Selamlar, saygılar herkese. Çok hoş gəlibsiniz. Mən burada yazım ki, yayını paylaşalım lütfen. Bunu da burada sancaqlayayım. Herkes hoş gəlmişdir. Bugün Güney Azərbaycandan baxış proqramımız var. Aynı zamanda hər Pərşənbə günü Təbriz saati 10'da, akşam 10'da, gece 10'da. Bugün 92. proqramımızdır. Əziz İnsaf Əli bəy Hidayət ilə söyləşimiz olacaqdır. Təbii, bugün biraz o gündəmin sıcaq olduğu məsələləri danışacağıq. Yəni Azərbaycanla Ermənistan arasındakı məsələlər və yenə də Urmu gölü məsələlərini və sizdən də soru olsa, görüş olsa və eleştiri olsa onları da danışacağıq və hətta yuxarıda gətirə bilərik. Yoldaşların bəzi istəsələr özləri qatılsınlar. İndi biz Sayın İnsaf Əli bəy Hidayəti gözləyirik ki, gəlsinlər. Mən görmürəm hələlik. Görüm ki, buradan çağırmaq olar ya yox. İndi çağır İnsaf Əli bəyi. İnsaf Əli bəyin də qatılar. Hər kəsi xoş gördük. Hər kəsə səlamlar, saygılar. İnsaf Əli bəy Hidayəti gözləyirik ki, bugünkü söyləşimizə başlayalım. Online idilər. İndi biraz gözləyelim. Yoldaşların danışığımızın əsnasında sorusu, görüşü və ya eleştirisi olsa, orada bizə yaza bilərlər. Hətta istəsələr gəlib yuxarıda da danışa bilərlər. Mən İnsaf Əli bəyə baxıram. İnsaf Əli bəyi çağırdım. Yuxarı gələn yoldaşımız İnsaf Əli bəydir. Sizi görmürük, əziz yoldaş. Selamun aleyküm. Aleykəssalam. Sizi görmürük. Siz görünmürsünüz. Mən qaliba çox adamı yuxarı çağırmışam və demək ki, mən bunu hələ yaxşı öyrənməmişəm. İnsaf Əli bəyi çağırmaq istəyirəm. Salam olsun Türk halkına. Sağ olasınız. Buyurun, buyurun. Sözlərinizi deyin, İnsaf Əli bəyi çağırın. Bu cuma gecəsində şehitlerimiz var. Allah rahmet eylesin. Mazarları nur olsun. Peygamber Efendimiz'e konşu olsunlar. Kerkük Türk Cumhuriyeti'nden. Kerkük Azerbaycan Cumhuriyeti'nden. Bizdən də Kərkükə salam olsun. Kuzey Irak'ta Türkmen eline salam olsun. Bütün Türkmen kardeşlerimize. Umarıq ki bir gün Türkmen kardeşlerimiz Kürt cinayətlerindən, Kürt istilacılığından və yayılmacılığından qurtulsunlar, yəni və öz məmləkətlərini orada öz idarəciliyini yaratsınlar və Güney Azərbaycanla birlikdə öz torpaqlarımıza özümüz hakim olaq. Kürt terrorizmi. Amin. Amin. Sayın Başkanım, Sayın abim, biz evvelallah kurtulmuşuz. Bize diz çökürler. Bize diz çökürler. Bizim Allah'tan sonra Türk Cumhuriyeti arkamızdadır. Sayın Başkanımız
Elini öperik. Recep Tayyip Erdoğan arkamızdadır. O bizim liderimizdir. O aslında cihan lideridir. Müslüman lideridir. Müslüman kralıdır. Dinli, güçlü, temiz. Allah onu saklasın. Allah onun ülkesini saklasın. Azerbaycan'ımızı Allah saklasın. Bunlar 50 tane şehit kanı töktüler. Hayır. Hiç şehit kanı değil. Bu temiz kandır. Bu Allah yanında zayi gitmez. Allah bunlar için cennette ev yapmış. Bes ya veyli o Ermeniler içindi. Allah nalet etsin. Allah cehennemin yerinde cehennemde değiller olmasın. Bize değiller ki çoban, bəli biz çobanıq. Biz fəxr edirik çobanıq. Bəli biz kuzu yayanıq, koç yayanıq. Bəli. Bizim Peygamber Efendimiz sallallahu aleyhi ve sellem çoban idi. Bizim Salcuklularımız çoban idi. Bizim Osmanlılarımız çoban idi. Biz çobanlıktan ne tuzaklar kurduk sizlere, ne de sizleri geberttik. Çobanlıktan, namusluktan, şereflikten. Bəli, biz fəxr edərik, biz çobanıq. Bütün Turgut, Oğuz, Toran çobandı. Ne yazık ki keşke bir 5-10 tane bizi dinleseydi Ermenilerden. Allah nalet etsin onlara. Cehennemde de yerler olmasın. Umarmazlar 50 Azerbaycanlı, namuslu, şerefli, gıriyetli, mert, cesur, Toran işareti yapan kişiler Allah'a rahmet oldu. Allah'ın rahmetine gitti. Hayır. Vallahi o şehitler ölmeyip o şehitler yaşıdır. Biz indi evvel Allah çarçıda diz çökülmüşük. Bize diz çökürler. Bize diz çökmeyen başını vururuk. Çarçıç Türk Cumhuriyetidir. Çarçıç Azerbaycan Cumhuriyetidir faxırla. Azerbaycan evvel Allah güclüdür. Türkiye güclüdür. Hiç umarmazlar, hiç sanmazlar 50 şehit verdiler. Kesinlikle bizim şehidimiz yok. Bizim şehidimiz Allah şehididir. Allah'ın bir abdidir, Müslüman, peygambere şehadet veren insanlardılar. Onların evi cennette oldu. Bizim Kur'an'da da deyir ki, aynısını Kur'an'da da deyir ki, bu insanlar ölmedi boşa. Bu insanlar öldü toprak için ya da namus için ya da şeref için savaştılar. Bu insanlar onlardandır ki vefat etti. Çok teşekkür. Hiç zannetmezler Türk biter, Azerbaycan biter. İnşallah biri 10 kat bizim Azerbaycanımız onları vurar. Çok affedersiniz. Lanet olsun Fars'a. Fars da onlara destek etmişti. Lanet olsun Fars'a da. Lanetin böyücü olsun Arab'a da. Lanetin böyücü olsun Kürt'e de. Çok teşekkürler. Ya Allah, Bismillah, Allahu Ekber, zafer bizimdir. Çerçi'den hizmetkarımız, küçük kardeşimiz. Çerçi Türk Cumhuriyeti'nden, Çerçi Azerbaycan Cumhuriyeti'nden. Siz sağ olasınız, var olasınız. Arkadaşlar dinlerim. Çok teşekkür. Dostur. Umarım ki Kürt yayılmacılığından ve Kürt terörizminden kurtulan Türkmen eli öz topraklarında, Çerçüç merkezliğinde olacak. Necə ki, aynı ümidimiz Güney Azerbaycan'a vardır. Yaşa Sayın, başkanım. Çok teşekkür. Yaşa. Ben sizin yani burada ben görürüm kim yukarıdadır. Türk'üm adınız nedir burada? Tokmaklıoğlu. Ha, çok sağ ol Tokmaklıoğlu. Çok teşekkür aziz yoldaş, sağ olun. Siz sağ olun. Sayın İnsafəli bəy hidayətlə büyük söyləşimiz olacaktır. Çok teşekkür aziz büyük kardeşimiz, aziz bilgili insan. Güney Azerbaycan Milli Hərəkətində ve Güney Azerbaycan'da en tanınmış adlardansınız. Biz bugün sizinle söyleşimiz olacak. Ben sizi gözləyirdim. Çünkü çok bilmirəm necə çağırım. Bütün yoldaşları elə vurdum 1, 2, 3, 4, 5 ve elə programa siz başladık. Müsaade edin Sayın İnsafəli bəy, sizin yani hövsələninizə sığınayım. Sayın Talat bəy də sözlerine, Talat bəyə də salamlar, saygılar olsun. Talat bəy də eşidək Talat bəydən də
Ondan sonra söyleşimize başlayalım. Buyurun Talat Bey. Ben merhabalar diliyorum Sayın Oğuz Bey, Sayın Hidayet Bey. Her ikinizi de saygıyla selamlıyorum öncelikle. Tabii son zamanda yaşanan Azerbaycan'a yönelik bu çirkin ve hain saldırıdan fevkalade üzüntülüyüz. Maalesef ki şehitlerimiz var. Hepsine Tanrı'dan rahmet diliyorum. Büyük Azerbaycan milletine başsağlığı diliyorum. Aziz hatıralar önünde saygıyla eğiliyorum. Yine bir Perşembe akşamı yine yeni bir şeyler öğreneceğiz sizlerin sayesinde. Sizin gibi saygıdeğer büyüklerimizden. Ben değerli vaktinizi fazla almayayım. Aşağıdan size destekte bulunmaya çalışayım. Müsaadeniz olursa müsaade isteyeyim sizden. Çok teşekkür Sayın Talat Bey. Biz de sizden teşekkür ediyoruz. Her zaman çok nazikçe, çok samimice Güney Azerbaycan Milli Hareketi'nin yanında olmuşsunuz. Ve hatta programlarımızı yaymakta bilirim. Yani bizim düşüncelerimizi, bize yardım, en büyük yardım bize düşünceleri yaymaktır. Yoksa bize, çoxları bize yazırlar ki, filan sözü yaxşı dediniz ya, tamam. Ancak bunu yaymaq. Ancak düşünceni yaymaqdan gözəl, işığın saçmağı kimindir, gibidir. İşıq gibidir ki, qaranlığın bağrını yarar. Biraz önceki yoldaşımızın çok sözlerine katılıram tabii. Ancak yani bize göre her milletin öz toprağında özünün idare hakkı vardır. Bu bizim partiyamızın resmi görüşüdür. Ve her millete şamildir. Biz de onların içinde. Biz heç kesin ne üstün ne aşağıyıq. Ancak Türkmen eli bize çok çok değerlidir. Ve umarım ki Güney Azerbaycan'la ilgili de, Türkmen eliyle ilgili de Sayın Prezident Recep Tayyip Erdoğan'ın dahi liderliğiyle, Sayın İlham Aliyev'in dahi liderliğiyle meseleler daha da bizim menfaatimize olar ve daha milli menfaatlerimize uyalı olar. Çok teşekkür ederim Sayın Talat Bey. Bizi desteklemeye devam edin. Biz de sizi sevmeye, saymaya her zaman devam edeceğiz. Saygılar benden. İyi akşamlar, iyi yayınlar. Yaşasın tam bağımsız Güney Azerbaycan. Yaşasın. Helelik. Yaşasın Türk dünyası ve onun o kırılmış halkası Zengezur. Sağ olun. Çok sağ olun Sayın İnsaf Ali Bey. Siz o kameranızı elə düzəldəsiniz ki, başınız buradan. Siz ki, məndən 100 kat yaxşı bilirsiniz, ustadsınız televizyonculukta. Biz de sizden biz her zaman müsahibə olunurduk. İndi müsahibə eləmirik, söyləşə eləyirik. Buyurun siz selamlaşın izleyicilerimizle. Biz de söyleşimize başlayalım. Salam əziz və hörmətli dostlar. Azərbaycanın keçən günlərdə 50 şəhidi oldu. Azərbaycanın və Türk millətinin dünyada başı sağ olsun. Mən umuram ki, hər şəhid ki yerə qoyulanır, əvvələn o torpağı bizə tarixi vətən edir. Yəni, gələn minlər illərdə, milyon illərdə biz bu torpaqlarda yaşayacağıq. Və o birisi tərəfdən minlər insan vətənpərəst olur, vətənsevir olur və bizim gələcək yaxşı yaşamağımız üçün indidən ayağa qalxır. Hər halda o cəhətdən Azərbaycanın başı sağ olsun, şəhidlərimizin yeri behişt olsun inşallah. Allah hamısına rəhmət eləsin, ailələrinə səbr versin, Türk millətinə, Azərbaycanda, xüsusən Şimali Azərbaycan Cumhuriyyətinin xalqının başdan başına səbr versin. İnşallah bunların qanlarının kölgəsində biz vətənimiz azad olsun. O taylı bu taylı, yəni Ermənistan bilirik Zəngəzuru işğal edibdir, onlar azad olsun və habelə Güney Azərbaycan inşallah istiqlalına çatsın. Bəlkə bizim bir gün bir konfederal Türk birliyi olar və heç olmasa yəni bu, yəni əgər bir dövlət də olmasa, neçə dövlət amma bir millət olaraq mərzilər, sədlər aradan çıxa və hər millət yəni hər dövlət bu bir millətin içində ayaq üstündə olar. Biz Güney Azərbaycan, Kərküklər, Suriyədə, Əraqda türklər, bunlar da müstəqil olarlar inşallah. Mən də sizə yenə də cənab Rəcəb Tayyib Erdoğan
ali cənablarından, habelə İlham Əliyev ali cənablarından bu xahişim var, bu istəyim vardı ki, Güney Azərbaycanı gündəmdə tutsunlar. Oğuz bəy, mən dünənləri Türk CNN Türkə baxırdım. Orada bir siyasi proqram gedir hər gün və 3 dəfə təkrar olur. Cəlibdir, mütəxəssislərdən biri İrana bir tarix düzəltdi ki, tarixdə burada var imiş, Perslər var imişlər və əslində mən təəccüb elədim. Deyir ki, indiyəcən İran şikəst yeniyibdi xarici güclərdən. Mən bu günləri bir qısa məqalə yazırdım ki, İranda bugün bir məqalə gördüm İranda, Döktür Ronani yazıbdı. Orada yenə də deyir ki, Moğoliyan Cədid adında bir məqalə yazırdım. Orada yazdım ki, bunlar hələ son 1000 ildə, 1400 ildə ərəblərdən şikəst yiyiblər. 1500, biraz o yüz. Yunanlılardan, Romlulardan, ərəblərdən, türklərdən, İngilislərdən, Portugallılardan, Ruslardan hamıdan şikəst yiyiblər. Amma Türkiyədə bunu bilmirlər uzmanlar. Afganistanlardan əhsən yaşa. Amma bunlar eyni halda bu nədir bir millət imiş, Pers milləti ki, İranın hər yeri ki çöllükdür, bitməz, suyu yoxdur, orada sakin olub, orada ev düzəldib, orada kəndirləşibdir. Amma o yerlərdə ki suyu var, otu var, ələfi var, nə bilim işi olar, dənizə yaxındır, onlarda yoxdur bu Pers milləti. Məncə Türkiyədə bu düşüncəni değişdirməlidirlər. O profesorlardan 6 aylı da əgər iştirak o düzəldib özünün bu yanlışlığın biraz moda eləyibdi, biraz yeniləşdiribdi. Amma CNN-də dünən gördüyümü çox təəccüb elədim. Yəni beləsi bir vəziyyət var. Oldu. Salamlaşdınız yoldaşlarımızla. Siz Türkiyə azad məmləkətdir. Demokrasi bir məmləkətdir. Hər kəs hər nə danışa bilir həmən-həmən. Ancaq orada birinin adını doktor qoyasan, profesor qoyasan, ya televizyonda danışan qoyasan, o onun cəhalətinin və bilməməzliyinin olmamağına dəlalət etməz. Ona görə orada gələr deyər, Türkiyədə gənə də başınız buradan kəsilir. Ben bunu biraz Türkiyədə və Amerikada da, Türkiyədə də, İngiltərədə, hər bu azad məmləkətlərdə görərsiniz, biri gələr, böyle saçma sapan sözlər ki, nə bilim, Rus milləti böylədir, ya Rus milləti öylədir, ya Frans milləti. Bu demək olar bunlar. İlla da ki, sağçılar, məsələ sağ qruplar, aşırı sağ qruplar ki, çox abartarlar hər şeyi. İndi Türkiyədə də böylədir. Yəni, əsla istisna deyil və cəhalətin yalnız bir rəngi yoxdur. Cəhalətin profesor rəngi də var, doktora rəngi də var, lider rəngi də var. Cəhalət böylədir. Söz orada deyil. Söz buradadır ki, bunlar hətta bilmirlər ki, Qacar İmparatorluğu Türkdür. Cəhalətdir. Cəhalətin üzərinə çox getməyəcək. Yəni, cəhalət bilmir. Ya bilmir, ya da bilir və o zəhəri yaymaq istəyir, farsçılıq zəhərini. Amma Türkiyədə bu azaddır, sərbəstdir. Aynı kanalda ayrı adamda Türkçülüklə ilgilidir, Oğuz bəy, Türkçülüklə ilgilidir. Heç olmasa insanlar bir Türk dünyası var və İran adlanan bugünkü məmləkəti 88 yaşı var bu məmləkətin. Yəni biz Osmanlıdan getmişik, Türkiyə, Osmanlıdan getib bir Türkiyə quzarıq. Yəni yeni bir sistem. Amma biz bu bugünkü proqramı Türkiyədə bir dənə cahil gəlmiş. Orada farsların başını şah başına bənzətmiş, ona görə qurmayacaq. Çünki biz bilgi ilə, işıqla uğraşacağıq. Cəhalətlə yox. Yəni onun dəyəri yoxdur biz orada. Amerikada da proqramlar var ki, başqa şeylərdir. Mən istəmirəm oraya gedəm. Niyə? Çünki bəli, Türkiyə azad məmləkətdir. Türkiyədə çoxlu mən farslara yəni farsları övən, Fars böyük imperatorluq. Hətta Məhəmməd Şah, biz bunlar danışmışıq öncədən, istəmirəm indi onu danışaq. Yəni Türkiyənin mediasından daha çox Güney Azərbaycana ən böyük xəyanət eləyən bir qrup yox dünyada indiyəcən. Ancaq yavaş-yavaş sosial medianın gücündən, sosial medianın bu yaygınlığından, internetin, ağların yaygınlığındandır ki, mecbur olmuş Türkiyənin mediası
Güney Azərbaycan kələməsini hətta ağzına gətirir. Bunları qoyaq kənara, biz öz məsələlərimizi danışaq. Biz sizinlə öncədən danışmamışıq ki, hangi konuları danışacağıq, hangi məsələləri danışacağıq. Aynı zamanda yoldaşlar ki, orada yazırlar, sizə salamlar, saygılar, bizə və bizi support edirlər, Azərbaycanı, Türk hamısına. Çünki tək-tək yazdıqca cavab verə bilməyəcəyik. Hamısının ne deyirəm, yani hamısına saygımız var, hamısını sevirik, hamısına bizim ürəyimiz sizinlə aynen bir çırpınır. Söyleşimize başlayacağıq. Çox təşəkkür məhəbbətinizdən, sevginizdən ki, orada göstərirsiniz. Biz sizinlə öncədən danışmamışıq ki, danışacağıq. Mən bir öneri vereyim. Bu iki tane konuyu danışaq. Siz de buyurun hangi konuyu isteseniz onu danışarıq. Birinci, İran devletinin, İran Fars işgalçı devletinin bu Azərbaycanın şəhidlərinə geçən 30 ildə Azərbaycanın bu qədər şəhid verməsinə bais olması, yani direkt de bais olmasa her halükarda bir türlü bunun baisidir. Yani bunun yardımcısı olmuştur. Silah verməklə ermənilere, hətta onlara bilgi sağlamaqla və öz casuslarla ki, turist adında gedirlər və çox değişik adlarla və rəsmən silah sürsat, tədarükat bir bunu bir konudur. Bir de gene de Urmu Gölü konusu ki, İran Fars işgalçı devletinin planları orada nedir ve durum indi nedir Urmu Gölü konusuyla ilgili ve haraya gedir, İran ne etmək istəyir. Bu iki konu. Size göre başka konular danışaq. Buyurun. Bir konumuz da var idi. O da çok önemlidir. Xameneyi ölürsə, ya ölüb ya ölürsə, nə o Azərbaycan nə etməlidir? Bunun üstündə də danışacaq. Mən də bu da çox önəmli konudur. Bizim Güney Azərbaycan. Mən hər üç mövzuda konuşmağa hazırım. Yəni üç konu oldu öyleyse. Birinci konu indiki gündem çok sıcaktır. Türkiye'de diyorlar, istidir. O da orada bir milletin tecavüze uğraması, işgala uğraması, cavanlarının hiçbir neden olmadan, çünkü bu ne Ermenistan'ın aziz Zəfərli bəy, yoldaşlarımız da bunu sonradan dinleyecekler. Hakikaten bütün siyaset elmine biz baxanda, oradaki geopolitika baxanda, yani coğrafi, siyasi duruma baxanda, ne Ermənistanın mənfəəti nədir bu geçən günlərdə Ermənistandan ne bileyim 200, 300, 400 nəfərəcən deyirlər, ölübdür. Və Azərbaycanda da 50, 60, 70, mən 50'ni garanti bilirik, şəhid olublar. Yəni, nə Ermənistanın mənfəəti nədir? Ermənistan devlətçiliyinin. Nə Azərbaycan devlətçiliyinin mənfəəti nədir? Hətta Rusiyanın mənfəətinə də deyil. Yani o kadar. Deyə bilərik ki, Rusiya məsələ eləyib istəyir ki, diqqətləri Ukraynadakı yenilgisinin və yenilgisi ki başlayıbdır, təvəccühü cəlb eləsin Qarabağ tərəfə. O da ola bilir. Ancaq hər halükarda bu bir heç lazım deyildi bu yani. Ancaq ən çox biz baxırıq görürük ki, bütün məmləkətlərə baxırıq ki, kimin mənfəəti nədir? Yəni bir dənə qanun var ki, %100 təsbit olunmuş qanun deyil. O da budur ki, bir işin neticesine, sonucuna bakırsınız. O sonuç itibarı, nəticə itibarı, baxacaq kimin daha çox mənfəəti nədir və ya olubdur, çox ehtimala Zəfərli bəy o işi o başlayıbdır və ya onun işidir. Yəni bir qalmaqal olur, bir iş olur, hər nə. Biz sonunda, indi bilmirik kimin mənfəəti nədir bir şey. O ittifak düşəndən sonra, o hadisələr olandan sonra sonunda hər kəsin mənfəətinə çox olsa, hansı qrubun və hansı məmləkətin hansı, o çox ehtimala onlar başlayıblar iş. Bunun ehtimalı budur yani. Burada da ən çox, bu qalmaqaldakı Ermənistanla Azərbaycan arasında bizə görə, bizim təhlilimizə görə İranın mənfəəti nədir bu məsələ? Necə ki, elə lap başda Xameneyi ki, İranın siyasi, nizami, əqidəti və hər türlü lideri də açıqca dedi ki, biz bunu qəbul etmirik Zəngəzur koridorunu, yolacağını. Çünki orada min illər orada bizim yolumuz var Ermənistana. Demək ki, bu nə matematikdən başı çıxır. Çünki min illər bilmir nə demək. Yəni min illər bilmir. Min necrolar bilmir. Və 30 il desəydi düz gələrdi.
Təqribən. Çünki 30 ildən çoxdur ki, biraz 30-31 ildir ki, İran oradan, o işğal olunmuş yerlərdən, Qarabağın işğal olunmuş yerlərindən, oradan bütün doğudan gələn tiryakdır, heroindir, başqa şeylər ki, mən adını bilmirəm, bu narkotik maddələri oradan göndərir Avropaya. Və neftidən çox para qazanır İran orada. Yəni, çox önəmlidir bu məsələ. Çox danışılmır, amma danışılır və var. Yəni, dəqiq təhqiqlərdə, araşdırmalarda bu var ki, İran orada və bilirsiniz, yəni, Azərbaycanda həftələr geçməz, Türkiyədə həftələr geçməz ki, kilo, 100 kilo, tonlar oradan narkotik değişik adlarla ki, oradan gələr geçər. Oranı Azərbaycan kapattı. Qarabağı yenidən Azərbaycana mülhaq etdi. Yəni, hər kəs xəritəni gözünü alsa və ya baxsa bilər nə deyir. İndi orası, o Zəngəzoru da oradan o qərardadın içində vardır ki, Zəngəzoru mütləq verməlidir. Zəngəzorun o bölümünü oradan koridor geçməlidir. O maddələrin biridir. Necə o birilərini Azərbaycan təahhüd etmiş, bunu da Ermənistan təahhüd etmiş və Ermənistan qəbul etmiş. Ancaq Rusiyanın problemləri var bundan və ən çox İranın var problemləri. Çünki İranın ən böyük problemi budur ki, buradan narkotik yolu kapanır. Və ən orada müttəhidi Azərbaycana qarşı, Azərbaycançılığa qarşı, Türkiyə qarşı Ermənistanı lan topraq ilişkisi kontrol altına gedir. Həm Rusların kontrol altına, həm Azərbaycan. Çünki orada o yolun o tərəfi də, bu tərəfi də Azərbaycan ordusunun və Rus ordusunun əlindən kontrol olacaq. Xəbərini, əgər maddələri oxumuşsunuz, belədir. Bəs demək ki, biz baxırıq, görürük ki, burada ən çox zərər Zəngəzor koridorundan İrana gələcəkdir. Yəni, əlbəttə başqaları da sırada dursun. Fransası da var, Rusiyası da var. Ancaq demək ki, buradakı bizim bu şəhidlərimizin qanı geçən 30 ildə və bu geçən 2-3 gündə kimin boynuna daha çox düşə bilər? İranın. Mənfəətlər olaraq. Nəticə etibarı bunu göstərir. Silah məsələsinə gəlincə, silah-sursat ki, göndərir Ermənistana, hali hazırda göndərir, dünən göndərib, öbürü gün göndərib və geçən 30 ildə yemək filan, mən özüm gözümlə İnsaf Əliyeva sizə şəxsi olaraq ikimiz olanda demişəm ki, mən özüm cibhələrdə, Qarabağ cibhələrində o İranda satılan biskvit madər deyərdilər. Madər biskviti. Mən özüm o əskərlər cibhədən dönürdülər. Erməni səngərlərindən aldıqları hər nəçi sursat yemək falan var idi. Mən özüm görmüşəm biskviti madəri Erməni səngərindən çıxardıb gətirdiklərini şəxsən. Hələ qala ki, bu biri xəbərlər ki, bilir, bütün yeməkdir ki, gedir oraya və tədarükatçılar. Yoxsa Ermənistan Azərbaycanla necə savaşa bilər? Yəni, böyle olmasa. Zaten Rusiya orada məşğuldur. Zaten Rusiya o nizami olaraq o qədər məşğuldur ki, abırı getmiş və İrandan hətta silahlı insansız hava aracı SİHA'lardan gətirir. O da başqa bir biabırçılıq. Burada bir yoldaşımız bizi alay edir və bəskəriyə çəkir ki, farsça yazmış ki, biskviti madərlə 30 il işğal ediblər. Əlbəttə ki, onu hər kəs bilir ki, öyle deyil. Biz qəşəng qulaq açsa, yoldaşımız, bu adını da ərz edeyim xidmətinizə, adı Türk balasıyam 2021 bilməlidir ki, təbii mənzurumuz və yəni hər kəs biraz türkçə anlasa, farsça yazmasa və türkçə yazsa, türkçə anlasa, anlar ki, deyirik ki, hətta yeməyinəcən, tədarükatınacan erməni işğalçı, cinayətçi, təcavüzçü əskərlərinin yeməyini, tədarükatını, paltarını, inanın ki, İnsaf Əli bəy, mən Azərbaycan əskərinin o zaman paltarlarını görmüşəm. Təlis bilirsiniz nədir? Təlisdən mən şalvar görmüşəm orada. Və siz bunu görəndə ağlarsınız. Yəni, hər bir normal bir insan lazım deyil, çox duygusal ola. Bir əskərin paltarını öyle görsə ağlar. O zaman biz böyle savaşmışıq. Ancaq o tərəf erməni cinayətkarlarına kim verirdi yaxçı paltarları, yaxçı yeməyi, yaxçı içməyi və silahını? Qurşun olurdu bizim cavanların, əskərlərin sinəsində. İran dövlət eləyirdi. İndi burada hələ bəzi, bilirsiniz, itilatın adamları gəlib bizim sözlərimizi alay edə bilərlər. Hər halda, siz bu barədə İranın ərz elədiyi 2 dənə məsələ, İranın siyasi olaraq mənfəətləri, ki, mənfəəti nədir bu geçən gündəki hadisələr və 30 ildə və
Hətta nizami yardımları ki, indi Güney Azərbaycanın ürəyindən keçir. Budur məsələ. Bunu yenə də dönəcəyəm, bu sizin danışığınız, sizin görüşlərinizi bu barədə alım. Ondan sonra yenə də aynı məsələni davam edəcək. Buyurun. Çox sağ olun, təşəkkür edirəm Oğuz bəy. Baxın, hər siyasi bir məsələni ya ictimai məsələni, toplumsal bir mövzunu biz analiz eləmək gücümüz var. Yəni, baxaq görək ki, bir dana fenomen nədir görsənir, nədir ortaya çıxır, hangi faktorlar onun olmasında, ortaya çıxmasında yeri var. Onun üzü ilə eləyə bilərik ki, çox şeyləri baş tapaq, bilaq nəcürdür və yol yöntəm tutaq onun qabağında. Baxın, baxırıq görürük ki, Rusiya, əvvələn Azərbaycan, Ermənistan, İran, Türkiyə, Naxçıvan, bunların bir nəxşəsinə baxsaq, Azərbaycan Cumhuriyyəti iki topraqdan, indilikdə, iki topraqdan ibarətdir. Sağda Azərbaycan Cumhuriyyəti, solda Naxçıvan xudmuxtarlığı var. Yəni, vəsətdə bir qılış var, Zəngəzur torpaqları ki, Ermənistana Stalin Azərbaycandan qoparıb veribdir Ermənistana. Bunu bu cür eləyibdir ki, Azərbaycan ikiyə bölünsün özü. Yəni, gücü də azalar, həmişə də bağlı olar Ermənistana. Çünki Ermənistan icazə verməsə, Azərbaycan Cumhuriyyəti dövləti gedib Naxçıvanda idarə işlər görə bilməz. Ya gərək gələ İrandan gedə, ya da ki, məsələn, gedə Gürcüstana, Gürcüstandan gedə Qaradənizə, Qaradənizdən gələ Türkiyə, Türkiyədən gedə Naxçıvana. Yəni, belə bir iş görüblər, Naxçıvanı ikiyə bölüblər. Əlbəttə, Azərbaycan torpaqların Stalin dövründə 4 yerə bölüblər, 4 dana məmləkətə veriblər. Orada veriblər, Gürcüstana da ictimai eləməsən veriblər və bir ayrı yerlərə də veriblər. Onu indi mən adlara baxsam nəxşədən çıxada bilərəm. Amma hər halda Ermənistanın o qisməti ki, gəlir İran sərhəddinə, bu qismət Azərbaycan torpaqlarıdır. Adı Zəngəzurdur. Oranı Stalin ora hədiyyə veribdir Ermənistana. Ərz edirəm. Əslən, Stalin bir işi buydu ki, türklər olsunlar, zəif olsunlar və türklüklərin bilməsinlər. Bu bir siyasi, fikri, beyin yıxamaq amacı ilə bu iş başlanmışdır. O cürə ki, mütəəssifانه görürsünüz, Türkiyədə də deyirlər ki, Azəri. Yəni, indi heç olmasa 20 ildir, 20 il xeyri, 31 ildə Azərbaycanı qəbul edib Türkiyə. O cündə o məmləkətlərdən ki, Azərbaycan istiqlalın elə birinci günlərdə tanıdı. Amma o gündən bu yüzden hala bu günləri Türkiyədə bir ildə insanlar deyirlər ki, Azərilər, Azəri deyirlər. O türklüğü yaddan çıxartmışıq biz. Yəni, bunu bir beyin yıxama sahəsində 100 il beyin yıxayıblar və bundan sonunda biz türklüğü yaddan çıxartmışıq. Hər halda, indi Azərbaycan dövləti birinci savaşda şikəst yiyibdir. Yəni, bu bəlli. Hətta mən bunu eşitdim şeydən, rəhmətli o keçmiş prezidentimizdən, İstiqlal dövrünün prezidentindən. Deyirdi ki, mən Türkiyədən helikopter istədim, İrandan helikopter istədim, vermədilər. Çünki Amerika görə icazə verəydi ki, İran ya Türkiyə sən onlara bir Rusiyanın qabağında ya Ermənistanın qabağında bir helikopter vermədilər. Hər halda o dövrdə Azərbaycan Cumhuriyyəti dövləti şikəst yedi ermənilərdən. İran təbii ki, onların yanında durub, ermənilərin yanında durmuşdu. Rusiya onların yanında durmuşdu. Onlar silahlı idilər. Avropa onların yanında durmuşdu. Amerika onlar ermənilərin. Çünki din baxımından biridirlər. Amma İran ki, Şiiydi, Azərbaycanlılar ki, hələ Şiə və müsəlman deyək. Şiəliğin yaddan çıxadaq. Müsəlmandır. Azərbaycan da müsəlmandır. Amma və türkdür. Yəni, heç olmasa İranlıların iddiası var ki, Azərbaycan bizim idi, bizim olacaq. Belə bir iddiaları var. O zaman Azərbaycana köməklik eləmədilər. Hətta bu günlərdə biz danışırıq, yenə deyirlər ki, Azərbaycan bizim bir parçamızdır, bizi alacı yox, ora bizimdir, filan. Hətta bugün mən bir məqalə oxudum, sizdən biraz öndə qabaq bu şeyə qoşulmaqdan. Məclisin nümayəndəsi deyibdir ki, Azərbaycan Cumhuriyyəti bizimdir, biz də Ruslar kimi ki, gediblə Ukrayna işğal eləyiblər, biz də gedək Azərbaycan işğal eləyək. Belə bir fikir ortaya qoyubdur nümayəndə məclis.
Hidayət Xudayi adında biri əcəl iştibah eləməsən, belə bir bu gün danışıram, bunun yazıları gəlibdir, gündəm olub. Ərzin, indi baxın, biz burada baxıb görürük ki, yəni keçən günlərdə, 4 gün öncə Azərbaycana 3 yerdən Azərbaycan həmlə edir Ermənistan. İşğal eləsin. Yəni, indi bu görə hardan bu belə qaynaqlana bilər? Bu ruhiyyəni, bu cəsarəti ermənilər 44 gündə şikəst yedilər, ordularının heç olmasa %50'si silah, sursatları aradan getdi, silahları aradan getdi, personeli öldü. Yəni əsgərləri, ordusunun adamları, savaşçıları belə %30'u öldü. Bunlar nə cür cəsarət tapdılar? 2 il sonra, 2 ildən də biraz az sonra istəyirlər ki, həmlə edirlər, yenidən o torpaqları aralar. Bu cəsarəti hardan aldılar? Heç Qarabağ tərəfi deyil ora. Yox, 3 yerdəndir da. 3 yerdən hərəkət eləyiblər ki, ərz elədim, demədim Qarabağ. İstədim deyəm ki, bu torpaqları harada? Yenə bir həmlə. Bunu hardan? Baxın, Rusiyyanı əvvəl başlayaq. Rusiya Ukraynada çox pir vəziyyətdədir. İşğal elədikləri yerlərdən qeydir dalıya, çoxlu sərbazı, savaşçısı əsir olubdur. 30'dan çox fərmandehi, timsar, sipəhbud bu şeylərdə, yəni generalları tutulubdur. 30'dan çox ya ölüblər, ya tutulublar. Rusiya yüzlər tankın əldən veribdir. Bunlar, yəni silahın cadın əldən veribdir. Gəmiləri sahillərdə hədəfdədir. Çox bir nigeran vəziyyətdədir. Və Azərbaycanla Ermənistan sərhəddində ki, qərar idi 2000 neçə yüzdən əskəri orada olsun ki, orada qoymasın. Bunların da birazını çəkib aparıb savaşa ora. Çünki ora Ukrayna, Rusiya bu günləri şeydir, abrı savaşıdır. Yəni indi uduzsa onun imperatorluğu aradan gedəcəkdir. Amerikanın, Avropanın qabağında sınacaqdır. Bunun üçün orada qazanması gərəkir. Yəni tamam gücün qoyacaq ora ki, orada qazansın. Ya qazanacaq, ya qazanmayacaq. Onu gələcək göstərəcəkdir. Biz indi onun haqqında hələ feylən danışmırıq. İndi Azərbaycanı danışırıq. Onun üçün Rusiya orada ola bilməz. Amma İranın Xarici İşlər Naziri 4-5 gün öncə getmişdi Moskva. Moskovda onlarla danışdı. Oradan gəldilər. İndi bu bir öncə. Yəni bu bir dana siyasi hərəkətdir. İndi bundan bir neçə ay öncədən siz baxın, yəni hətta Qarabağın azadlıq savaşından baxsaz, İran silahdır ki, daşır Azərbaycana. Hətta geçən 2 həftədə Ermənistana. Geçən 2 həftədə Ermənistanın sərhəd qapısı bağlanmışdı tirelilərin üzünə. Sadəcə silah gedirdi Ermənistana. Yəni fəqət təkcə şey ki, Ermənistana keçə bilirdi, İran dövləti bayrağı altında ordu və silah gedirdi ora. 2 həftədir. Yəni bunu bizim bəzi insanlarımız videoların qoyublar ki, 5 gündür bizim tirelilərimiz qalıbdır sərhəddə, qoymurlar qapıdan geçsin Ermənistana, amma o tərəfdən silahları da görürük ki, gedir bir əldən. Bu tərəfdən də İran... Yəni sözü konsentrə edən bir yerə yığalım. Sizə görə bu ki, 30 ildir, biraz öncə də işarə elədik, 30 ildir ki, İran Ermənistana yardım eləyir, hər türlü yardım, tədarükatı, yemək və silah və siyasi və hətta 2-ci Qarabağ savaşında və hətta keçən 2-3 gündə siz də buyurursunuz ki, traklar, treylilər gedir. Bu sizə görə, elə bu, fəqət bu işin özü ki, treyllər gəlir Güney Azərbaycanın ürəyindən gedir Ermənistana ki, orada da yoldaşlar yazırlar, filmləri var, əksləri var, hər şey var. Orada da bu qurşunlar, bu silahlar, bu güllələr bizim, bu şəhidlərimiz var, ona görə var. Baxın, diqqət buyurun, Mənim sualım budur, Güney Azərbaycan milli hərəkətinə və Türk millətinə bu bir baş aşağılıq, utanc verici bir durum və bir biabırçılıq deyilmi? İndi icazə buyurun, əvvəl o konsepti kamil qutaraq, sonra girək bura. Baxın, indi görürsünüz ki, buradan silahları daşıdı. Məlumatımıza görə ki, bu günləri yenə videolar çıxıbdır, İran dövlətinə bağlı olan ittilaat adamları danışırlar. Deyirlər ki, bizim sihalarımız, yəni İranın o təyyaralarının, uçaqlarının poladsız şeylər, sihaları da, İranın sihaları o savaşda görünübdür.
Yəni Tamam. keçən 3 günün savaşında İranın sihaları görünüb. Bunu dünənləri Bakıdan da biz buna yanıt aldıq ki, İranın sihaları orada görünübdür. Rusiyaya da vermişdi, şeyə də veribdi, Ermənistana da veribdi. Bunlar bizim keçən gün can xəsarətimizə, yəni 50 şəhidimiz var. O ki, rəsmən elan olub, dövlətimiz qəbul edibdi. Onların və bir çox insanlarımızın yaralanmağına böyük zərbələr vurublar. Bunun məsulü kimdir? İrandır. Çünki İran ermənini silahlandırıb. Ama İran öz işini görür. İran burada bir yanlış iş görmür ki. İran devleti özüne göre doğru, İran devleti öz işini görür. Güney Azerbaycan Türk milleti öz işini görmür. Aha, icazə buyurun, icazə buyurun. Neye icazə verəcək? Budur da, sual budur. Yox, sualı da açıq da indi. Baxın, bu cürdür. İndi burada bir 3 dana, 4 dana dövlət var, ya 5 dana dövlət var. Türkiyə, Azərbaycan, İran, Ermənistan. 4 dana burada dövlət var. Bunların biri toprağı, indi İranın iddiası nədir? İran deyir ki, bu sərhədlər mənim 1000 ildir, rəhbərləri deyib, minlər ildir, bizim yolumuzdur. Ermənistandan biz gedirik şeyə, Gürcüstana və Gürcüstandan şeyə, Avropaya. Beləsi deyibdir. İndi bu yol, əcəba sizə yol mühümmüdür, millət mühümmüdür? Birinci sual budur. Onlar istəyirlər ki, Ermənistan qalsın orada, Azərbaycan onlara möhtac olsun Nəxçəvana girməyə. Bu, İranın hədəfi, əsli amacı budur. İkinci amacı budur ki, İranda deyirlər ki, bu yol ki, Zəncəgürdən keçəcəkdir, o yol Turan caddəsidir. Onlar Türk dünyası ilə müxalif. İndi Azərbaycan İrana gələk. Güney Azərbaycan millətinin rolu ilə İran dövlətinin roluna baxaq. Bu bir dana vaqiyyətdir ki, siyasi hakimiyyət, silah tutmaq, vurmaq, öldürmək gücü bu günləri İranın əlindədir. Yəni İran farslığının əlindədir. Türklərin əlində silah yoxdur, ədliyyə yoxdur, polis yoxdur və bu üst-üstə bir dana xalq, silahsız bir xalq var orada. Bir tərəfdən də beyni yıxanmış, yəni bizim türklər, Güney Azərbaycan türkü, eyni türkiyələr kimi, Türkiyədə yaşayan türklərə tay bizim beynimiz Avropalıların yazdıqlarına, universitetlərinin, kitablarının üzü ilə biz də ağlığımızı vermişik onların, yəni onlar bizim beynimizi yıxayıblar. Bu günləri bizim beynimiz yıxanmışdı. Biz çoxumuz Güney Azərbaycanda, indilərlə nümunəsi də oydu, biskvit ilə alay elər kimi yazır. Onlar İttilatın adamıydı. Sizə də bir şeyler yazmıştı. Onlar beyni yıxanmış insanlardılar. Onlar Azərbaycan, Türk, Türklük bunları düşünməzlər. Onlar İran düşünərlər. Onlar Fars mənafeyi düşünərlər. Hətta onlar özlərinin şəxsi mənafeyini düşünməzlər. Onlar İranın və Farsların mənafeyini düşünərlər. Yəni hətta bu adam ki yazmışdı, Türk Nəmənə oğlu, bu balası, Türk Nəmənə balası. Bu adam İttilatın adamları. Bu adam məsələn deyəndə ki, niyə Zobahən ya mis fabrikası, niyə Azərbaycanda ki, Azərbaycandan mis çıxadır dağlardan, niyə aparırlar İsfahana, ya Ziyəzdə, Kaşına, Simnana, deyir ki, ora getməlidir, burada olmamalıdır. Yəni bu qədər sizə də orada söz yazmışdı demir. Önəm daşımır. Mən adamı tanıram. Tanıyırsınız. Adamı saymaram. Yəni adam hesabına gəlmir. Üzr istəyirəm belə deməkdən. Çünki bir adam ki öz millətinin mənafeyini düşünməyəcəkdir, məncə adam deyil. Yəni adamdır, düşmən şeydir. Düşmən. Amma indi gəldik bura. Azərbaycanlılar nə etməlidir? Siz bunu deyərsiniz. Yox, sual budur bax. Hər kəs öz işini görür. Yəni düşmanı suçlamaq olmaz. Biz burada təbliğatı, televizyonda filan da danışmırıq. Ya hər kəsin xoşu gələn sözlərdən mən istəmirəm danışam. Yəni bunun xoşu gəlsin ya oraya mən geçmişəm. Sual budur, çox bəllidir soru. İran Fars işğal rejimi öz işini görür. Yəni ona demək olmaz ki, niyə eləyirsən? Onun işi odur. Onun işi odur, onun amacı odur. Onu oturarsan, siz anlata bilərsiniz. Mən də 4 saat içində anlatarıq ki, İranın bölgədə illa da ki, Türklərə və Azərbaycana qarşı geopolitik siyasətləri nədir? Bunu 3-4 saatda yığacam, anlatmaq olar. Uzun anlatmaq lazımsa 20-30 saatda olar.
Onları danışmırıq. İran dövləti lap yaxşı eləyir o işi eləyir. Şimal Azərbaycanda deyərlər, əcəb eləyir. Rusiya dövləti öz milli mənfəətlərini tarif elədiyi milli mənfəətlərin üzərində işini görür. Türkiyə dövləti də o işi görür. Azərbaycan dövləti də o işi görür. Ermənistan dövləti də. Güney Azərbaycan bir millət olaraq və milli hərəkəti də var. Siz də onun bir üyəsisiniz. Biz də onun bir üyəsiyik. Sual budur, çox bəllidir. Bu tırlar, Türkiyədə tır deyirlər. Bu traklar, bu treylilər, bu qədər silahı, bu qədər sürsatı, yeməyi, Güney Azərbaycan milli hərəkəti niyə gəlir bu o sihalar, silahlı insansız hava aracı. Gəlir oradan gedir ki bizi şəhid edir, bizi. Və niyə buna izin verilir? Niyə tirlərin, trakların, treylərin önü alınmır? Onlar orada məsələlərini həll etmirlər. Mən açıqca, yəni hər şey bəllidir nə demək istəyirik. Mən müsahidə edin. Bilirəm ki, istəyirsiniz, həttəmən buna tez cavab verəsiniz. Ancaq siz düşünün ki, siz mənim qardaşımsınız, can özüm, aynı doğma qardaşımsınız və biz bu məhəllədə yaşayırıq. Mənim qapımın önündən, mənim evimin ortasından adamlar silah, qılıç, əskər, nə filan, yemə, hər şey gətirirlər o adamlara ki, sənin evi işgal edib orada vurur. Hala işgal altındadır, hala sənin özünü, qardaşını, bacını, uşağını orada əsir eləyir və yasa soxur. Onda sən mənə nə deyərsən? Sən Azərbaycan dövləti olsan, Güney Azərbaycan türkünə nə deyərsən? Güney Azərbaycan milli hərəkətinə nə deyərsən? Belə Azərbaycan dövləti olmasan, belə 50 il sonra, 100 il sonra bir dənə araşdırmacı oturub bunu baxsa, Güney Azərbaycan milli hərəkətinə və Güney Azərbaycan türk millətinə nə deyər ki, buradan bu treylilər, bütün bu silahları, helikopterləri, uçaqları, sihaları, pəhpat deyirlər orada, apar, niyə qoyulur ki, bu geçsin? Yoldaşımız burada Şirzad, Şimanu yazmış ki, sən oturursan uzaqda rahat-rahat konuşursan. Bəs mən indi yaxında otursam nə cür olar? Bu sözüm daha mı haqq olar? Məsələn, mən indi buradan otursam, o sən dediyin yerdə otursam, nə deyəcəksən buna? Çünki bilirsiniz, sualdan və o gerçəkdən qaçmağın bir yolu budur ki, orada oturma, burada otur. Ya bunu burada de, ya oraya... Əslən, məsələ o deyil ki, harada biri oturmuş və ya uzaqda oturmuş, yaxında. Məsələ bu ki, bu soruyu necə cavab verə bilər İnsaf Əli bəy Hidayət? Yəni, bizim görüşümüz budur. Buyurun. Əhsən. Baxın, bizim millətimiz neçə iş görür? Bir budur ki, indi bizim 500 nəfərdən çox yazarımız var ki, gündə yazı yazırlar. Və bunlar mənə tay, sizə tay ki, Kanadada oturmuşuq. Kanadada deyirlər. Bunlar Təbrizdə, Urmiyədə, Zəncanda, Qəzvində, Ərdəbildə, Simnanda, Yəzdə, Xorasanda, Qəşqaistanda, Türkmən səhrada oturublar və yazırlar. Mən bu günləri bunlardan 6-7-sinin məqaləsini bu haqda oxudum. Hətta biraz mütədilin deyək, biraz İrancı tipi deyək. Cəvad Miriyə Minəq indi 2 aydan çoxdur dalbadal bunu yazır. Hətta bu günləri bir məqalə yazıbdır ki, İranın geopolitik siyasəti Türklə müxalifətdə qurulubdur. Və bu İranı təcziyə aparır. Aha, indi deyəcək, baxın bu özü bir müxalifətdir. Birinci budur ki, biz İranda yazı ilə yazarlarımız, Güney Azərbaycan milli hərəkəti dediğiniz bir şey, bir cərəyan, bir düşüncə, bir hərəkət, parti kimi, parti deyil əlbəttə, amma o cür bir düşüncə fərz edək. Bu, heç olmasa, geçən 2 ildə 100.000 məqalə yazıbdır. 100.000 məqalə yazıblar ki, Azərbaycan bizim parçamızdır. İran ora həmləçi eləyə bilməz. İran ora geçsə özünün içəridən narizayətlıq olar, millət üsyan elər, inqilab elər, Azərbaycanı ayrılaşdırar. Bu fikir indi orada, baxın birincisi budur. Yəni siz içəridə Azərbaycan dövləti, Türkiyə dövləti, dünya dövlətləri baxanda İrana görürlər ki, İran 2 yerə bölünübdür. Bir, Türk, bir, Fars. Yəni İranda birlik yoxdur. Bunu hamı bugün bilir. Yəni bunu bu günləri Fransa da bilir ki, İran 2 yerə bölünübdür. Türk və Fars. Ərəblər bu günləri Azərbaycan hərəkatının yanındadırlar. Bu günləri bu. Bəluçlar Azərbaycan hərəkatının yanındadırlar. Azərbaycan Türk hərəkatının yanındadırlar. Türkmənlər ki, türklər, Qəşqailər ki, türklər, Xəlizlər, türklər, Xorasan türklər, bunlar bizim yanımızdadılar. Nədən tirlərə izin verilir? İcazə buyurun. Elə bunu istəyirəm.
Bir dana soruya cavab verirəm. Birinci bu ki, Bəluçların bizi sabot eləmək deyil. Yox, mühümdür. Çoxdur. Hətta silahlı savaşdan mühüm budur. Çünki o zaman ki, siz eləyə bilirsiniz, yazasınız, əvvəl düşmənə mesaj verirsiniz ki, ağa mən varam ha burada. İkinci, öz insanlarınıza mesaj verirsiniz ki, mən Təbrizdə, Əhərdə, Kəlibərdə, Meşkində, Ərdəbildə, Urmiyədə oturmuşam və deyirəm ki, ağa mən bu hərəkətlə müxalifəm. Və bunun üçün də hazirəm gedəm zindana, hazirəm gedəm mühakimə olam, tutulam. Hətta bu günləri biri zindanlərdən biri ki, istirahat gün tutulmuşu, bu gün azad olub. Elə bu günləri ki, mən sizinlə danışıram, azad olubdur. Elə bu məsələyə görə də tutulmuşdu. Yəni, Urmu gölü və Azərbaycan məsələsinə görə tutulmuşu, bu günləri azad olub. Baxın, və elə azad olan kimi videoda deyir ki, biz Azərbaycan şəhidlərimizə Allahdan rəhmət istiyoruz və onun yanındayıq. Biz İranla müxalifiq bu məsələdə. Birinci bu. Bəs burada bir müxalifət var içəridə, əmələn gedir. İkinci bu ki, baxın, o videoları çəkirlər, qoyurlar ha. Azərbaycan dövləti, Türkiyə dövləti və birisi dövlətlər Cənabuz və mən görürük ki, burada video gəlir ki, görsədir, buradan 100 dana tireyli tank aparır Ermənistana. Elə siz bunu görəndə deyirsiniz ki, bu bir dana ittilaati bir məsələdir. Baxın, bu bir dana ittilaati məsələdir. Siz məndən yaxşı bilirsiniz, xüsusən ki, bilirəm, ittilaat məsələlərində çox bir açıq gözlüsüz. Baxın, o zaman ki, siz düşmənin, bir hərəkətin, qədim casuslar bir dana video əhsə gedirlər, ondan dünya dəyirdi bir-birinə. İndi bizim orada milli hərəkət dediyimiz cərəyan, videolar çəkir dəqiqələr. Video çəkməyə danışmıram ki, sual budur, niyə Güney Azərbaycan milli hərəkətçisi gedib o treylerin ranəndəsini, sürücüsünü oradan çəkib atmır aşağı treylerini İtaliyə gedə dəriyə. İcazə buyurun da, baxın, mən cavab dediyiniz cavabı verməyəcəm. Mən Cənabuz istədiyiniz cavabı verməyəcəm ki, mən o kolli analiz eləyəcəm məsələni. Mən bilirəm Cənabuz, niyə vermir? Çünki qorxur tutulacaq, düşəcək zindana. Çünki qorxu heç kəs arasında yoxdur. Heç kəs arasında yoxdur. Neçə nəfərimiz zindana sala bilərlər? Mən istəmirəm bunları deyəm, çünki bilirəm ki, bunlardır. Yəni, neçə nəfərimizi zindana sala bilərlər? Əgər çox. İndi, baxın, mən o zaman ki, Təbrizdə idim 19 il bundan qabaq, bir dənə raport verdim zindanların sayından və zindanilərin sayından. O zaman Azərbaycan deyilən mahalda 18 zindan var idi. Üzrüsəm, Azərbaycan şərqidə 18 zindan var idi. Bu günləri ki, mən sizinlə danışıram, hər şəhərdə, Təbrizdə 3 dana zindan var, hər şəhərdə 2 zindan var. Kəlibərdə belə zindan var. Kəlibər ki, 30-40 min nəfər cəmiyyət var, zindan var orada. Daha Əhərə vermirlər oranın zindanisi. Təbrizdən biri gedəndə Qələbabəkə, onun mühakiməsini Kəlibərdə edirlər və Kəlibərdə zindan edirlər. Yəni, zindan çox güzəldiklər və bunu da milli hərəkətin adamları güzəldirlər. Amma milletin önünü heç bir ordu, heç bir zindan ala bilməz. Bir millət bir şey istəsə, kütləvi işi bir nəfəri tutarlar, 10 nəfəri tutarlar, 50 nəfər. Amma milli bir məsələ olsa, o treylər gəlib Azərbaycanın ürəyindən Ermənistana getməz o tanklar, o silahlar. Baxın, biz bunu zorla deyə bilirik ki, Azərbaycan dur ayağa, sən bu işi gör. Zorla deməli. Yox. Neylə deməli? Baxın, onu deməli. Mən də onu deyirəm. Mən də dəfələrdir demişəm ki, elə keçən 2 ayda heç olmasa, dəfələrcə bunu demişəm ki, ağa, gecə traktorunuzu götürün, o asfaltı qazın, o caddəni sökün, getə bilməsin. Amma bunun istəyi budur ki, bu adamdan da bir himayət olsun. İndi, baxın, indi bir ayrı cəhətdən baxaq. Niyə bu işi görənmir? Kürdlərə bir yerlərdə silah verirlər və amuzəş verirlər. Əcəba, sual. Əcəba Azərbaycan Cumhuriyyəti, Türkiyə Dövlət Cumhuriyyəti, Əraqdakı türklər, Suriyədəki türklər, Güney Azərbaycan türklərinə amuzəş, yəni təlim verib, onları eğitim verib, onlara silahlandırma gücləri varmı? Yəni bu işi görərlərmi? Əcəba biz silahı göydən düzəldəcəyik? Yox, biz silahı... Elə silah oradadır da, Ermənistana gedən silahı alsan, elə silah oradadır. Axı, orada o silah ki, hərəkət edir, siz yeni məndən yaxın, bir dana tank ki, qoyublar, tırın dalısına aparırlar, onun dalısında, qabağında, içində silahlı insanlar oturublar ki, yəni bu rahatlıqda deyil, siz gedəsən onu açasan, deyəsən, tırın şeyini çəkəsən əşaya, sürücünü çəkəsən əşaya, deyəsən ki, bunu aparma, mən bunu götürəcəm, çünki həm İranın qabağında. Əgər o cür olsa, bizim adamlarımız gedərlər, o tankı oradan yendirərlər, çevirərlər Tehrana. Tam öyle olmalıdır. Amma bu cür olmaz.
Bu cür eləyə bilməz. Çünki bunun dalısında bir şey olmalıdır, bir himayət olmalıdır. Silah verməlidir, təmrin verməlidir, buna eğitim olmalıdır, bunları öyrətməlidir. Yoxsa bu adam getdi, deyək ora, tamam, bu trelin qabağında 1 saat kəsdi. Gəlib tutdular, apardılar. Qabağını kəsməyəcəkdir. Biz açıqca deyirik. Biz açıqca deyirik ki, Güney Azərbaycan torpaqlarından Ermənistana hər türlü tədarükat, silah gedən treylilərin müsaidə et, sürücülərini və treylilərini yoldan çıxartmalı və hətta onların da məsələlərini həll etməlidirlər. Bundan açıq demək olmaz. Oğuz bəy, iki cürə bura baxadıq. Bir bu için niyə bu işi görmür? Bir bu için nə iş görə bilər? Niyə bu işi görmür dedik ki, qanun onun ziddinədir, polis onun ziddinədir, əmniyyət onun ziddinədir, tutulur, asılır, kəsilir, öldürülür. Hətta bunları dadgah aparıb məhkum eləyib edam eləmirlər. Bunları maşın vurur, öldürür, deyirlər, təsadüf elədi, qəza yaptı, öldü. Sizin bildiklərinizi biz də bilirik. Bir budur, baxın, bir budur ki, niyə eləmir? Niyə Azərbaycanlılar bir iş yapmıyorlar? Budur deyə bildik. Onu yapmıyorları bunlardır. İndi nə yapa bilərlər? Bu söz, sizin sözünüz buradır ki, nə yapa bilər Azərbaycanlılar, nə iş görə bilərlər Ermənistana sursat getməsin. Sursat yox, benzin getməsin. O sürücüləri oradan, o direksiyonun, o fərmanın arxasından çəkib yerə salmaq lazımdır. Məsələn, nə eləmək olar? Onları indi deyim. Onları mənə desəz ki, nə eləmək olar? Biz bunlara Azərbaycanlılara təlimat vermişik. Biz bunları deyirik. İnsaf Ali və bunlar da olacaq, görəcəksiniz siz. Təbii ki. Bunu görəcəksiniz, bu olacaq. Təbii ki, olacaq. Gərək yaq da, ona görə deyirəm, baxın, bir var ki, sualı mən 2 yerə böldüm. Bir var ki, nə iş yapa bilərlər, yapmırlar, bir var ki, nə iş yapmaq olar. Türk Media, orada sualını lütfən yaz, görək sualınız nədir? Buyurun. İndi, nə yapa bilər? Baxın, indi yapaqları deyim. Azərbaycanlılar nə yapa bilərlər? Türklər nə yapa bilərlər? Bir, gecələr ya günüzlər üzlərinə mask vuracaqlar, görsənməyəcəkdir, əllərinə də əlcək giyəcəklər, tamam, gedəcəklər, maşınları pəncər eləmək, o treliləri, piçağı soxacaq, pəncər eləyəcək. Piçağı da soxanda trelinin, bunu genə biz baxın, eğitim verməliyik. Nədir o piçağı, o qılın, qəməni soxub, o təyərin partlatmaq olar? Bu cürsü. Siz əgər onu durub qabağında partlatsanız, özünüz də gedərsiniz, dəyərsiniz bir yerə, ölərsiniz. Çünki onun 700 kilo sürət bər saniyə onun oradan yeli çıxacaq, sizi bunlar yıxar. Onu oradan çıxartmaq üçün gərək qıraqda durasınız ki, özünüzə o partlasa sizə dəyməyən. Qılıncı vurasınız ona. Biri bu yol budur ki, təyərlərin partlasınız o trellərin, orada qalalar. 2 dana, 4 dana təyərin partlasınız, o qutardı. 100 mindən çox onların xərci. Mənim qardaşım Bulut Tümer deyir ki, Ermənistana gedən tırlar ateşə verilməlidir Güney Azərbaycanlılarına. İcazə verin, ərz edeyim, bəli. Biri odur. Biri budur ki, gələsiz yolu qazıyasınız. Yəni, traktoru gətirəsən, zəmuf qazırsan onun yanında, gələsən traktoru caddəni də qazasan, bir 10 metr, 20 metr enində oradan bir maşın keçə bilməyək. Bir də yol budur. 2. Üçüncü yol budur ki, bir koktol molotov düzəldəsən. Koktol molotov dediğin nədir? Əlbəttə bunları danışa bilmərik burada. Tamam, bunları danışanmasan eğitim verənməsən. Gərək bunları eğitim verəsən. Biz burada danışa bilmərik. Biz yalnız bunu deyə bilərik ki, oradan Güney Azərbaycanın ürəyindən Ermənistana silah və tədarükat daşımağın önü alınmalıdır. Biz yalnız bunu deyə bilərik. Oğuz bəy, insanlara eğitim verməsəz, istəyə bilməzsiniz. Biz buradan onları danışa bilmərik. Tamam, bunları danışanmasaz oradan da istəyənməzsiniz. Siz gərək bunları danışasınız. Yəni, eğitim verməsəz, eləyə bilməzsiniz, istəyəsiniz. İnsanlara sən deməsən ki, əlifba budur, latin əlifba belə yazılar, deyə bilməsən ki, oxu dinə, yaz dinə. Oldu. Bu, biz geri əvvəl olaraq eğitim verək. Yəni, eğitim nədir? Budur ki, bunları deyək ki, nədir mübarizə yolları nədirdir? Nədir özünüzü qoruyacaqsınız? Nədir düşməni sındıracaqsınız? Yoxsa, indi gələk burada cənabınla mən oturmuşuq Kanadada, tüm bizi gələr, falan olar, bəhman olar, biz bunları eğitim verəmirik, onda ondan istəyə bilmərik ki, o getsin orada bir iş görsün. Biz bəzi məsələləri siz o qədər mənə görə gərək düşüncəyə sahib olasınız, biləsiniz ki, nələr canlıda, sosial mediada danışıla bilər, nələr danışıla bilməz. Siz buna... Bilirəm. Biz burada yalnız görüşlərimizi danışa bilərik. Oğuz bəy,
Yox, görüşlərimiz bəzələri sansür bəyənməz. eləyəndə, baxın, Oğuz bəy, o zaman ki Biz burada eğitim verməyək. istirik, Oğuz bəy, o insan ki bilmir, ya hətta istəyir, məsələn, gedər, mən bilirəm, mənlə xüsusi danışanda dostlarımız, deyir, mən hazıram Azərbaycan yolunda şəhid olan, mənə de neyniyim? Mən də deyirəm, getməsən, bu proqram onlara görə deyil. Aha, icazə, yox, Oğuz bəy, mən 32 ildir jurnalistəm və geçən 7-8 ili də keçmişəm jurnalistlikdən üstüğa, çünki jurnalist gündəliklardadır. Mən gündəliklarda özümü eləmirəm, zindanə eləmirəm, həbs eləmirəm. Mən indi böyük xəritəyə baxıram. Kiçik xəritələrin içində gizlənmirəm. Özümü kiçik işlərlə məşğul eləmirəm. Biz insanlara ya bir şey istəməməliyik, ya o bir şeyi təlim verməliyik, eğitim verməliyik. Bir şey yox. Öyle bir kural yoktur. Herkes öz görüşünü... Eğitim verməsəz tələb eləyə bilməzsiniz. Bunu sizə deyim. Biz burada canlıda, Instagramda canlıda görüşlərimizi, sizin görüşlərinizi eşidirik. Biz öz görüşlərimizi, hətta Güney Azərbaycan İstiqlal Partisinin burada bəzi görüşlərini eşidə bilərsiniz. Güney Azərbaycan İstiqlal Partisinin rəsmi görüşlərini Sayın Salih Bayıldırım sözcüsü olarak beyan eder. Ancak burada genelde İstiqlalçılıq Məfkurəsini Güney Azərbaycanda ve Güney Azərbaycan İstiqlal Partisinin görüşlerini eşidebilirsiniz. Biz burada əsla heç bir grubu ya şəxsi təlim vermək üçün ki, nə yapa bilər və ya nə yapmaya bilər bunlar İstəyə bilməzsiniz. Onda bu sualı soruşanmazsınız. Yox, öyle bir kural yoktur. Yox, bu kuralda yoktur. Bu kuralda yoktur. Buradan gələrsiniz bir şeyləri deyək, onlardan istəyir. Kuralı budur ki, biz burada görüşlərimizi deyərik ki, bizə görə həm siyasi olarak, həm Türk toplumu olarak Güney Azərbaycandan Ermənistana tədarükat və nizami yardım getməməlidir və bunun önü alınmalıdır. Tamam. Biz burayacan gələrik. Yaxşı. İndi buradan sonra Oğuz bəy, yox, siz də mənə müsahidə edin. İndi bir tərəfli danışmayacağıq. Baxın, mənə də bir qulaq asın. Mən də bir milli Azərbaycanlı olaraq, mən də bir milli Azərbaycanlı, bir təbliğli, bir ərdəbilli, bir Mərağalı, bir Xoca Culfalı olaraq sizə bunu soruşaram. Sizin də haqqınız yoxdur o milləti məhkum eləyəsin. Niyə çıxmır, niyə vurmur, niyə tutmur, niyə qoyur getsin? Bunu deyənməzsiniz. Çünki siz özünüzün bir qırmızı xəttiniz var, cızığınız var. Deyirsən ki, mən buradan o üzə geçmərəm, amma ondan istərəm bu cızığı geçsin. Siz yəni iki standartda eləyə bilməzsiniz. İki standartlı olar. Olur, öylədir. O olur. Niyə? Çünki biz bir düşüncə sahibi olaraq biz düşüncəmizi açıqca elan edərik ki, bizə görə bir şey olmalıdır və ya bir şey olmamalıdır. Bunu demək bizim boynumuza əsla öyle bir təklif gətirməz ki, burada canlı yayında biz deyək ki, indi gəlin görək bunun eğitimi nə olacaqdır. Burada, çünki bilirəm, çox aşağı səviyyədə bəziləri, hətta biz və Güney Azərbaycanın silahlanmaq mefkurəsini biz ortaya atmışıq birinci olarak. Biz onun üzerine elmi məqalələr yazmışıq, yerində də durur və dəfələrcə də demişik ki, Güney Azərbaycan Milli Hərəkətində geçən yüzildə təbii bizim baş qaldırılarımızdan devletlər ki yaratmışıq, onlardan kənar. Ancaq 1946'dan bu yana Güney Azərbaycan Milli Hərəkətinin açıqca biz hamını istəyirik silahlansın. Hamını istəyirik qruplansın. Bu bizim düşüncələrimizdir. Ancaq biz bunları danışanda bizdən çox rahat birisi soruşur. İndi biz, məsələn, bir şəxs soruşur. İndi mən filan şəhərdəyəm, gedim, məsələn, hardan silah alım? Məndən soruşur. Bu, həmən məntiqsizlikdir ki, biz bu düşüncəni sunuruq. Düşüncənin sunmağı özünə bir işdir. Ancaq indi onu değişik adamların, değişik qrupların və değişik bilgili adamların, eğitmenlərin, öğretmenlərin, siyasi qrupların, nizami qrupların, çətələrin işidir ki, deyək ki, o necə ola bilər? Filan iş necə olar? Bizə görə Azərbaycandan, Güney Azərbaycanın ürəyində Ermənistana tədarükat və silah getməməlidir. Bunun önü alınmalıdır. Bitti, tamam. Bizim sözümüz burada bitir. Bunu deyəndə
böyle bir məsuliyyət bizim boynumuza, mənim şəxsən və ya bizim boynumuza gəlmir ki, deyək ki, indi buna mıx batırın bunun təyyarına, ya bunu yandırın, ya bunun sürücüsünü çəkin aşağı atın oraya, ya bunu tancını endirin, savaşa girin. Bu əsla başqa bir mərhələdir, başqa bir yerdə. Burada canlıda biz yığışmamışıq, millətimizə təlim verək ki, biz necə bu işi görək. Biz bunu deməklə, millətimiz və biz millətin bəziləri deyir, gəlsən, biz bunların o tərəfinə də sahibik, o tərəfki düşüncələrini. O tərəfki düşüncələr zaten burada yazır. Və biz bunu gizlətməyə də şeyimiz yox. Burada açıqca Şirzad Şimanu yazır ki, uzaqda boş-boş danışma qardaş. Yaxşı. Demək ki, bu söz boş-boş danışmaqdır. Niyə? Çünki uzaqdadır. Biz buna hətta vaqifik ki, bu düşüncələr var ortada. Biz mecburuq bunları da görək. Biz məcburuq onları deyək ki, çünki məsələn, birisi uzaqda oturanda. İndi həmən adam bu Şimanodur nədir? Gəlib, məsələ, indi başqa şəhərə getsə, onun demək sözünün dəyərliliyi aşağı gəlir. Demək ki, başqa bir evində bir otaqdan o bir otağa gedəndə sözünün dəyəri dəyişir. Demək ki, başqa bir ölkəyə getsə dəyişir. Halbuki, dünyada öyle değil. Düşüncenin sahibi ölmüş de olabilir. Onun düşüncesini dəyərləndirmək olar. Düşüncenin sahibi hansı məmləkətdə də olsa, hansı zindanda da olsa, onun düşüncenin sahibi farklıdır. Düşüncenin sahibi düşüncesini sunabilir. Ve o düşünceyi demək və onu sunanda onun bir məsuliyyət ona şey olmaz. Niye? Çünkü düşünce böyle bir şeydir. Oğuz Bey. Gene de aynı adam, bilmirəm orada yazıları oxuyursunuz ya. Mesela burada yazır ki, sen orada canından qorxursan. Çox gözəl. Bu istəyirəm siz İnsaf Ali Bey biləsiniz ki, biz bir tərəfdə oturup gözlərimizi kapatıp yalnız öz düşüncəmizi demirik. Biz öbürü tərəfin, İran İttilatının, İran devletinin bizim millətimizin içində bu yaydığı və çox da bətərdən hakim qıldığı qorxu kültürünü saatlarca anlatmışıq. Ki, nə cür olur? Biz deyəndə gəlin filan işi görək, filan işi görmək yaxşıdır. O işin necə olmamağının barəsində yüzlər dəlil gətirirlər. O iş necə olmaz? O İran devletçiliği, yani işgalçı, siz zaten bunu saatlardır, onlar saat, yüzlər saatdir bunu danışırsınız. Ki, sizə işgalçı, sizin beyninizə bir iş necə olmaz onu öyrədir. Və onu, yani biri durup deyəndə burada duraq filan işi görək, o işin 100.000 dənə olmayacağının yolu var. Ama bir olacağı yolu vardır. Ona görədir ki, biz bir sözü deyəndə görürsünüz ki, onun olmayacağına yüzlər dəlil gətirilir. Buyurun. Oğuz Bey, iki dana məsələni deyim, bu bəhsi qutaraq. Çünki bu bəhsi davam vermək olar. Mən sizin live'ın Günaz TV'de olduğumda bilirdim Günaz TV'nin live'ı ne kadar. Ya sen xeyli live, yani bir dana program hatta zəbt eləsəz qoysaz ora. Bir televizyon ya bir bərnamənin məsuliyyətləri var hər məmləkətdə. Bunu mən də bilirəm. Dostlarımız bilmirlər, siz bilirsiniz, mən bilirəm. Günaz TV'de bilirdik, o birisi televizyonlarda bilirik ki, məsuliyyətlər nədir? Bu olduğumuz məmləkətlərin bir qanunları var. Biz bu qanunlarla getməliyik. Bunu birinci dostlarımız bilsinlər ki, biz də ki Kanadada oturmuşuq Oğuz bəylə mən. Burada bir qanunlar var. Çox rahatca gəlib bizi buradan evimizdən götürüb apara bilər, heç kəs də bilməz. Çox rahatca. Gedərik və ən azı budur ki, zindecanlığımız fələc olar. Yəni, düşmüşük da, hər halda mən özüm şəxsən burada düşmüşəm. Oğlum 16 ildir, mənim indi zindan məsələsi ilə dərcil. 16 ilə yaxın. Amma indi iki dana məsələni burada deyək və bu məsələni qutaraq. Bir bu ki, dostum, o günə ət verməsən, küftə istəyə bilməzsən. Bu bir qədim məsəldir, bizim zərbül məsələlərimizdən də ata-baba sözüdür, biz bunu bilirik. Çox da yanlış bir sözdür. Məncə doğrudur. İkinci, amma çünki ata-baba sözüdür. Bir dəqiqə icazə buyurun da. Amma bunlara məğlətə ki deyirlər məntiqdə, hətmən ki oxumuşsunuz ən azından. İndi icazə buyurun, mən bir nümunəsiz qələt deyil da. Azərbaycan, Ermənistan gəldi Azərbaycanı işğal elədi. Azərbaycan helikopter istədi, Türkiyə vermədi. İşğal oldu torpağa, əti yox idi küftə düzəldə. Çünki sizin silahınız olmasa, orduz olmasa, Azərbaycan nə cür Qərabağı azad elədi? 30 il gecə gündüz adam istihdam elədi, işə tutdu. Bunları əskər orduda bunları eğitim verdi, silahları aldı. Ondan sonra əti aldı, dedi mənə millət küftə. Bu sizin küftəz, Azərbaycanı aldı. Yəni Qərabağı aldı. Odur.
siz birincisi bu ki Türk media, mən sizin sorunuzu görməmişəm. Lütfən bir də yazın. Sorunuz nədir? yazsalar da baxın. İndi ikincisi budur ki, hər vaxt bir önəmli məsələ gəlir. Çox önəmli. Məsələn, diqqət buyurun, o zaman ki 44 gün savaş ortaya çıxdı və bu 4 gündə ki Ermənistan Azərbaycana həmlə edib 50 nəfərimizi şəhid edib, 50 şəhidimiz var. Bu zamanlarda İranın Türk müstəxdimləri, yəni müzdurları para üzünə, hətta bəzən müftə işləyənləri birinci şey ki salırlar bu da. Bir Kürt bizim ən mühüm məsələmizdir. Biz Kürdün gərəyində əlon bunun üstə. Azərbaycan bizim məsələmiz deyil. Qarabağ bizim məsələmiz deyil. Ermənistan bizim məsələmiz deyil. Bizim məsələmiz Kürdlər Azərbaycana gəlirlər, Qərbi Azərbaycana gəlirlər, Təbrizə gəlirlər, Ərdəbilə gəlirlər. Bizim məsələmiz budur. Baxın, hər vaxt bizə ən stratejik məsələ gəlir, bizim millətimizi gəlirlər Kürd məsələsinə tərəf çəkməklə oradan çəkərlər. Bunu kim eləyir? Mən demirəm Kürd məsələsi məsələ deyil. Bunu demirəm. Amma deyirəm ki, o zaman ki bir mühüm stratejik məsələ gəlir, onda bilafasilə bizim zehnimizi iki yerə çəkirlər. Bizi qoymurlar mütəmərkiz olaq Ermənistana niyə silah gedir? Oradan çəkirlər, Urmu gölündən şeyə. Baxın, bu günlərdə görün İran dövlətinin sistemində olan məclis nümayəndələri Urmu gölünə görə nə qədər danışıblar. Keçən 2 həftəyə baxın, 2 həftəyə. Hər gün bir dana mətləb çıxıbdır. Dövlət tərəfindən, yuxarı başdan bir dana mətləb çıxıbdır. Lityum məsələsi çıxıbdır, dünənləri şey çıxıbdır, nədir bu, nümayəndə məclis deyibdir ki, baxdaraq görək ki, Azərbaycan Urmu gölünü biz sənayeləşdirsək nə cür olacaqdır. Və. Bunlar o zaman çıxır ki, sizin bir stratejik məsələz olur. Sizi içəridən bölürlər. Sizi milli olaraq, millət olaraq dəstəlirlər, bölürlər. Deyir ki, bax, bunların Güney Azərbaycanda 40 milyon insan var, İranda 40 milyon türk var. Bunların zehnini nə cür məşğul eləyək? Türkməni buna məşğul eləyirlər, Qəşqayını ona məşğul eləyirlər, Xəlici ona məşğul eləyirlər, Xorasanı ona məşğul eləyirlər, Tehranı bir ayrı şeyə, Azərbaycanı deyək. Azərbaycana da deyirlər ki, sənin bax, Ermənistanı ötür. İran var, Ermənistan var, sən yoxsan. O Azərbaycandır, o bir ayrı dövlətdir. Cumhuriyə Baku. İcazə verin. Türk media yoldaşımız bir şey yazmış. Yazmış ki, Oğuz bəy, niyə bizim siyasi zindanlarımızı öz medialarınızda, dünyada göstərmirsiniz? Mənim əziz qardaşım və ya bacım, Güney Azərbaycan İstiqlal Partisi bütün bizim zindanilərimizi, zindana düşənləri, hətta təhdid olanların adını yaymış, əkslərini yaymış, onların əkslərini Amnesty International'ın önündə gedib yazda, qışda, hər havada durmuş, bu işi görmüş. Nə fəqət bir ölkədə, bütün Avropada və Amerikalarda Güney Azərbaycan İstiqlal Partisinin insan haqları mərkəzi var ki, onlar da bütün siz deyirsiniz cavab yazmışlar. Tamam. Bu işi görmüş. Güney Azərbaycan İstiqlal Partisi düzələndən 20 il öncədən də elə işi budur ki, içərinin səsini dünyadakı insan haqları mərkəzlərinə, NGO'lara, GO'lara yetirsin. Bütün ömrümüz qardaşlarımızın, bacılarımızın, atalarımızın, çünki onlar bizim öz atamızın, bacımızın, qardaşımızın səsini eşiyə yetirə və eşidə olan hər kəsin təvəccühünü cəlb eləyə ki, orada bir millət yoxluğa çəkilir. Əziz qardaş, umarım ki, cavabını aldın. Bizim zaten işimiz budur, həyatımız budur. Oğuz bəy, sözünün qəbulunda bunu deyim ki, Oğuz bəy, biz özümüz Sazman-ı Miləlin hüquq-i bəşərinin İran üzrə mütəxəssisi ilə görüşmüşük dəfələrdə. Üzbəüz danışmışıq, mədarikimizi vermişik. Yoldaşlarımız bilmirlər, bəziləri bilmirlər. Yəni, bilənlər, Oğuz bəy deyil, parti olaraq və şəxs olaraq, mən məsələn şəxs olaraq, bir jurnalist olaraq və dostlarımız, yəni daimən biz bunu görüşürük, daimən zindanilərimizdən, dilimizdən, vətənimizdən, toprağımızdan, iqtisadımızdan, Urmu gölümüzdən belə difa edirik məcamiədə. İşimiz budur zaten. Yəni bizim əlimiz vətəndə çatmır, çıxaq gedək trilinlə, görək o trilinlə yiyə bilirik. Burada onlardan ki, internet başarırlar, bu Parisə
adında İranın nə deyirlər? Gövərçin. Nə deyirlər bu? Pərəstüyə nə deyirlər? Pərəstü. Yox, türkçəsi nə olur? Qaranquş. Qaranquş. Bu Həmin qaranquş olmur da, olur məsələn tuti deyək. Bizdə tuti, papağan deyil, papağan gözəl. Papağan olacaq. Çünki qaranquş bizdə çox mənası var, gözəl mənası var. Qəşəng bir bu quşdur. İranın göndərdiyi qaranquşlardan ki, çox çirkin sözlərlə sizə və bizə burada sözlər yazır. Ən ədəblisi daşbaşıvadır deyir. Tamam, onun önəm daşımır. Onlara biz fikir verib... Məyər biz ölmüşük ki, siz İrana qarşı bir şey danışasınız. Qaliba ölmüşlər. Demək ki, biz İrana qarşı danışırıq. Hər halda mən bu yoldaşlar heç internetdən baş çıxır. Onlar desinlər ki, niyə? Onu necə oradan şeyləmək olar? Nə mənə? Və o çünki mən boyun da alsın. Bizim işimiz gəlsin. Yox, deyirdim ki, gəlsin, danışsın. Yox, danışmasın. O da qulaq atsın. Nə deyirlər? Mən bunu dəfələrcə demişəm. Suya gedən, su gətirən o küzəsi istənəcəkdir. Amma siz də diqqət eləsəniz, deyirəm ki, dəfələrcə həmin bu xanımı da çağırmışıq danışa. Bizim proqramın bəlli quralları da var ki, biz bilirik bu küzlər nə zaman islansın, nə zaman islanmasın. O da var yəni. Biz çağırmışıq bu İran qaranquşunu ki, orada çünki hörmətsiz sözlər yazıb sizə və bizə. Ancaq o birisi ki var idi, o hər halda cavab, biz bilmirik bunu necə. Məsələn, axırın sözüm budur ki, sənin kimi satqına yaramaz heyvan, biz ölməmişik, hələ siz İrana çap baxasınız və burada biz söz işlədib sizin pərçəmizə filan şey olsun, bayrağımızda Yahudi. Hətta Yahudiliyə də şey. Demək ki, Yahudi pis bir şeydir və bu da bizi bağlayıbdır. Bunların hədəfi Oğuz bəy. Baxın, bunların hədəfi əsli sözü danışmayasınız. Siz gedin onlarla danışın, əsli sözü Azərbaycanda nə etmək olar, İranın qabağında nə etmək olar, onu danışmayın. Bunların hamısı əsli söz budur, bax, İnsaf Əli bəy. Sizə görə Güney Azərbaycanın topraklarında Ermənistana danışı adı sənə yazmışam. Mənə yazmış, ya sizə bilmirəm. Hər halda kimdə yazır? Mühüm deyil. Mən çağırdım, gəlsin. Onlara fikir verməyin. Onlar istəyirlər ki, biz əlan dəqiqəmiz gedib onun üstünə. Tamam. Güney Azərbaycanın topraklarından Ermənistana tədarükat və silah getməsi milli hərəkətin əli ilə dayandırılmalıdır və bunu indi də baxsaq belə görülür. 50 sonra da bu məsələyə dönüb baxsaq. Təbii ki. Oldu. İndi çox təşəkkür. Yəni, mən bunu dəfələrcə hər gün ki özümün live-ım olar, hər gün ki live-ım olar, buna bir işarə elərəm ki, Azərbaycanda hər fəalın işidir, öz gücünə görə, öz yolları ki, özü öz zehni ilə tapa bilər ki, mən nə cür bir iş görə bilirəm, o işi görsün. Çox təşəkkür. Demək ki, bunu necə bir iş olacaqdır və o əməli bölümləri təbii ki, onun hər kəsin özünə işi var. Düşüncə sahibi düşüncəsini sürər, siyasi adam siyasətini sürər, ekonomik adamlar ekonomik. Biz burada hər şeyin cavabını verməyəcəyik. Bizdə hər şeyin cavabı yoxdur. Biz o adamlardan deyilik ki, biz burada deyək, Oğuz bəy burada oturmuş, hər şeyi, bəziləri oturarlar, qəhvəxanada hər şeyi danışarlar, dünyanın məsələlərini həll elərlər, gedərlər evə, rahat yazsınlar. Biz böyle deyilik. Biz çox təxəssüsi, çox elmi, yalnız düşüncəmizi, bizə görə bu iş olmamalıdır. İndi hər işin özünə sahibi var. Onlar da bilirlər ki, bizim görüşümüz budur. Əziz İnsaf Əli bəy, buyurun. Dünyada Amerikanın və İsrailin və bəzi məmləkətlərin çox iləri başladılar silahlar düzəltməyə. Onların adını qoydular drone. Yəni, iki cürədir drone. Bir İHA-dır, bir SİHA-dır. İHA insansız hava aracıdır. Amma silahı yoxdur. İHA. İHA insansız hava aracıdır. Bir uçaqlardır ki, üstündə kamera qoya bilir. Yox, onları bilirəm. Video çəkir. Onu bilirəm. Sonra bir dənə SİHA vardı. O da silahlı insansız hava aracıdır. Bəli. Onu silah, yəni o yalnız gedib məsələ fotoqraf çəksin, onu eləsin filan deyil və ya məsələ gözətmə yapsın. Yəni hətta eləyə bilir, işə girsin və füzə atsın
və hətta eləyə bilir özünü də getsin, vursun oraya. Bəli. Bu çeşitli şeylər gəlişdi. Dronlar, İHA'lar, SİHA'lar. Farslar bunu bilmirdilər və bunun hətta adını da getdilər, bu hətta da adil bir ad düzəltdi, adını qoydu Pəhbad. O badını bilirik nədir? Yel. O pəhni bilmirəm nədir. Onu əgər siz ki bizdən daha çox fars ədəbiyyatını bilirsiniz, ciddi ərz edirəm. Şuxluq eləmirəm. Doğrudan pəh nədir? Fikir edirəm ki, pəhnidən gəlir, pehindən yox, pəhni. Hər halda, yəni pad kələməsinə yaxın deyil. Onu mən baxaram, görəm ki, pəhbadın badı ki, bəllidir, pəhi hardan gəlibdir. Hər halda bizdə çox gözəl Türkiyə onun adını qoydu. İHA'lar və SİHA'lar. Və elə işlənilir bizdə. Əziz İnsəfəli bəy, Amerika bunun ən yaxçı gəlişdirənidir bu teknolojini. Ki lazım deyil ki orada onun pilotu olsun, çünki çox uzun çəkir. Çox nə qədər milyonlar dolar xərc ki, bir dənə pilot gətirib oraya qoyulsun və bəzi yerlərdə də o davam gətirə bilmir insanın bədəni, bəzi hızlara. Məsələn, F-35-lərdə, F-16-larda, hətta MiG-29-larda da hətta gətirə bilmirdi. O G-Force deyirlər onu. Buyurun. Ona G-Force deyirlər və oldu. O insan bədəni ona davam gətirə bilmir. Yəni o özü ayrı bəhsidir. İnsan bədəni neçə G-Force-a davam gətirə bilir filan. Hər halda məsələ budur ki, İran çox gəridə qalmışdı bu İHA, SİHA teknolojisindən dünyada. Hətta Türkiyə başlamışdı düzəltməyə. Hətta İsrail düzəldirdi. İsraillə Türkiyə düzəldirdi. Bu İsraillə Türkiyənin arada pırtlaşdılar ya, yəni cənab Erdoğan'ın orada One Minutes məsələsindən sonra. O One Minutes'dən öncə hətta Türkiyənin dronları gedərdi İsrailə, orada onlar update edərdilər, yeniləndirərdilər, gətirərdilər. Yəni bu teknoloji var idi Türkiyədə. Türkiyə gəlişdirirdi bunu İsraillə bərabər. Sonra biraz pırtlaşdılar, Türkiyə çox yaxçı, yəni ileriyə düşdü. İndi Türkiyə dünyanın lap belə yaxçı İHA, SİHA düzəldənlərindən biridir. Hətta demək olar ki, F-35-i yerləşdirə biləcək, onun yerinə otura biləcək teknoloji kimi. Yəni bütünlüklə görünməz bir teknoloji. Mən yenə də onun teknolojisine getmirəm. Çünki onun özü bəhsidir ki, indiki bəhsə daxil deyil. Ondan sonra yalnız İHA, SİHA'ların barəsində danışarım. Amma İran çox geridə qalmışdı. İranda yox idi bu. Yaxşı. Amerika dövləti İrana Türkiyədə deyirlər, qıyaq yaptı. Bir yaxçılıq elədi. Bir məhəbbət elədi dolayıdan. Gətirdi ən gəlişmiş İHA-sını, üzr istəyirəm, SİHA-sını gətirdi Pakistan tərəfindən. Bəluçistana yaxınlaşdırdı və onu o qədər aşağı gətirdi ki, İran dövləti deyir ki, onu endirdilər aşağıya, İranın sipahı onu endirdi aşağıya və sonra gətirdi, əgər yadınıza gəlsə, onu Tehranda nümayişə qoydular, göstərişə qoydular və sonra İran dövləti dedi ki, biz onu reverse engineering elədik. Yəni onu tərs mühəndislik elədik və özümüz İHA düzəltdik. Və onu İran dövləti eləyə bildi əslində. İran dövləti çoxlu parçalar Çindən, Rusiyadan aldı və o teknoloji ilə indi İran da dünyada İHA, SİHA düzəldən məmləkətlərdən biri olmuş. O qədər ki, hətta Rusiya az gətirmişdi bəzi dronlarda lazım idi, Ukraynada İrandan aldı. Onun da problemləri olmuş, filan vurmuşlar, filan onları danışmırıq. İstəyirəm deyəm ki, İranın bu dünyada İHA, SİHA teknolojisine sahib olmasının məhəbbətini bu qıyağı kim etmiş? Amerika vermiş. İndi gənə də və indi aynı İHA'ları və SİHA'ları da İran Ermənistana daşıyır, verir. Və İran Ermənistana bu qədər yardım eləyir o teknolojisini. Hətta çünki Azərbaycanın 2-ci Qarabağ savaşında niyə 44 gündə 30 illik savaş məsələ həll oldu? Çox lap belə blitz sistemi ilə. Niyə? Çünki İHA'lar və SİHA'lar çox yaxşı işləndi. Türkiyə sistemi və İsrail sistemi və Azərbaycanın öz sistemləri çox rahat həll elədilər məsələni. O yekə hətta tank olmuşdu rahat orada. Elə bir ki, qəfəsin içində bir dənə quş vurursan.
Böyük Çox rahat. hədəf, böyük hədəf. Hə. Rahat. İndi Ermənistan və təbii ki, bölgənin məmləkətləri, yəni dünyada indi böyük bir patlayış olmuş. Bir dənə savaş qazanılmış. Çox rahat. Ən çox bu texnoloji ilə. Yaxşı, indi bunu Ermənistan da bilir, bunu Gürcüstan da bilir. Ancaq Ermənistan çox geridir. Necə ki, bunun Ermənistanı icad edən məmləkət və arkasında duran məmləkət Rusiyada. Bu texnolojide hər halükarda Amerikadan gəridədir. Və mənə görə, mənim təhlillərimə görə Türkiyədən də gəridədir. Amma İran da çox da gəridə deyil. İran o Amerikanın ona hədiyyə etdiyi bu İHA texnolojisini gəlişdirmiş və bunu hətta Suriyada da işlədir. Hətta çox yerlərdə dişlədir, Lübnanda dişlədir, buna xəbərimiz vardır. Bunları Ermənistana neynir? Göndərir. Və bunu istədim biləsiniz ki, bu drone texnolojisi, İHA texnolojisini İran gəlişdirmiş Amerikanın bərəkətindən, Amerikanın hədiyyələrindən və eləyir. Amerika İrana təzəlikdə yalnız istəyir bir dənə də qıyaq eləsin, bir dənə də məhəbbət eləsin. O da SİDA-dır və ya İDA-dır. SİDA yəni silahlı insansız dəniz aracı. Bu dəniz araçları ki, onlar da aynı gəmi kimindirlər, aynı silahlıdırlar, savaş gəmisidirlər. Ancaq şeydirlər, heç adam yox içində, yalnız hər şey otomatik və hər şey şeydir, AI, yəni intelligent, çox da intelligent, yəni hər şeyi özü təşxis verir, eləyir. Bunu Amerika 2-3 dəfə Körfəzdə gətirdi, İranın bu Sipahın gəmilərinə yaxınlaşdırdı öz dəniz araçlarını. Və İran onları zəbt elədi. Xəbəriniz var idi geçən 2-3 həftədə ki, İran onu 2-3 saat zəbt elədi, sonra buraxdı. 2-3 saat yenə də zəbt elədi, yenə də buraxdı. Və Amerika qaliba yenə də istəyir bunu hədiyyə eləsin o dəniz drone sistemini, dəniz insansız sistemini. İran qaliba başa düşmür, amma başa düşəcəkdir. Garanti Amerikanın hədiyyəsini qəbul eləyəcək ki, İran dənizdə də güclü olsun. Çünki İran nə qədər güclü olsa bölgədə böyle qorxunç güclər, ne bilim, şey. Ben sözümü bitireyim. Onda Amerika və şürəka o bölgədəki ərəb ölkələrinə daha çox edə bilərlər. Milyardlar, trilyonlar silah satarlar. Ona görə İranın indiki durumunu Amerika hər kəsdən, hər dövlətdən daha çox istəyir. Ona görə durumu böyle saxlaya bilir və silahlandıra bilir hətta dolayıdan İranı. Buyurun sizin görüşləriniz bu arada. Bu konuyu bitirelim. Yaxşı, bu SİHA'lar haqqında mən bir şey deyə bilmərəm. Çünki texnolojik mən də heç zat bilmirəm. Fəqət bunu bilirəm. Siyasətdə əgər qərardır, bir dənə təyyara bir yerə getsin, ya bir SİHA bir yerə getsin, bunu o dövlət ki bunu göndərir, ola bunu bilir ki, %, ehtimalı neçədir bu düşər, ya vurula. Onun içinə məvaddı münfəcirə qoyarlar, sistem qoyarlar ki, özün partlasın. Əslən, bu casusluğun birinci əslidir, dostum. Yəni, heç vaxtına siz fikir eləməyin ki, Amerika təyyarasının SİHA'sı getdi İranda, onlar o etirtilər yerə, aparda nümayişgaha qoydular. Qətən İran Pakistanda bir şeylər verdi, qarşısında onu aldı, amma təbliğat o cür görsətdi. Yəni, biz onu vurduq, gətirdik. Yox, Amerikadan aldı. Bir dənə mübadilə elədi. Nə mənə mübadilə elədi? Ehtimalən Bin Ladenin adamlarından, o qrupun adamlarından bir neçəsini təslim elədi. Onun qabağında da bunu aldı. Ya İran, Amerikanın casuslarından birini azad elədilər daldan, onu verdilər. Elə bu dediğiniz dəniz məsələsi əgər qərar olsa bir gün versin, o istəyə verməyə, biz də bunu bilirik. Məsələn, indi Japon da düzəldibdir. Nə mənə də ona deyirlər, gedir özün vurur, partladır. Azərbaycan da bir dana vurubdur, İtiqovan. Gedir özün vurur, partladır. İtiqovan həmən Harop sisteminin üzərindəndir. Ərz edirəm. Yəni, bu bilir ki, bunu əgər yendirsələr, bu eləyə bilər mənə zərər versin. Mənim teknolojim bilinər. Hətta düzəltməsələr, fəqət bunu baxın, siz indi Rusiya niyə şeylə dab elirdi? Amerika, Türkiyəni neçə il yadınızda olsa mühasirə iqtisadi elədi, təhrim iqtisadi elədi ki, sən S-400'ü alırsan Rusiyadan, o bais olar mənim teknolojim ki Türkiyədədir, o teknolojini onlar aça bilərlər. Ona görə bunu sən almayacaqsan. Bunu əgər qərar olsa şey eləsin, bunlar hamısı bunu bilirlər ki, bunu eləyə bilər, o dəstgahın içinə özünə self-deterioration deyirlər, nə deyirlər? Özün partlasın. Özün partladı. Self-destruction. Onu qoya bilərlər ki, özün partlasın, onun əlinə saf düşməsin. Əgər o saf düşür əlinə, yəni bu ki,
bir şey müamilə eləyiblər, veriblər. İranın mütəəssifanə, İranın sihaları, İHA'ları Azərbaycanın Qarabağın və savaş bölgəsində görsənibdir. Orada ermənilərə veribdir. Yəni biz bilirik, baxın biz bunu bilirik ki, İran silah verir. Silahdan mənzur güllə verir, top verir, tank verir, sihaları verir, yemək verir, benzin verir, qazol verir, bərq verir, pul verir. Yemək verir, paltar verir, hər şey verir. Muşək verir, muşək, katuşa verir. Yemen'de de aynı şey görür. Yemen bizim məsələmiz deyil. Bölgede Türkiye karşı, bütün bölgemizde, o Xavərmiyana deyirlər, Orta Doğu, bütün bölgemizde Türkiye karşı, Müslümana karşı, cidden arz edirəm, Müslümana karşı her yerde bir terörizm var, İran alın. Mən Günaz TV'də 10 dana program qoymuşam, 10 dana. İranlılar niyə? Əgər qərarlıdır İslam üçün savaşalar, niyə İslami məmləkətlərdən, qeyri məmləkətlərdəki İslamın ziddidirlər? Keyvan Bahari, yaz sualını oraya yaz lütfen, buyur. Bəli, niyə onlardan qeyrisində bir şey partlatmayıblar? Məsələn deyirəm, niyə Çindəki müsəlmanlar işğal altındadılar, brainwash altındadılar, beyinləri yıxanır, kəmplərdədirlər? Niyə İran onlara etiraz eləmir? Bir dana da bunu partlatmır Çində. Amma elamı cəng eləmir. Amma Suriyədə ərəbləri, müsəlmanları, türkləri, kürdləri, kürdləri belə, mən hətta kürdləri deyirəm belə öldürür. Mən təbii ki, kürdlər əgər bizə həmlə eləsələr, bizə silahlı gəlsələr, düşmən hesab olur. Hər kəs bizim həmlə eləməyiblər deyəcəm, silahlı gəlmir. Hər kəs bizim düşmənimizdən qırsa, bizim nəfimizədir. Hər kəs. Ya bu doğru. Yəni amma İran dövləti fəqət müsəlman öldürür. Müsəlman və türk. Və türk. Niyə ərəbləri də əlbəttə, müsəlman deyəndə ərəblər. Fərqli məsələ, müsəlman. Şeyləri, baxın, Suriyədə, Əraqda Ermənistana köməklik edir. Keyvan bəy sualını yaz oraya. Ermənistana köməklik edir. Azərbaycanın qabağında. Özü deyir, mən şiiyəm, onlar şiiyədirlər. Amerika iki dənə atom bombası Hiroşimaya və Nakazakiyə vurdu. Bəli. Və orada yüz minlər adam öldü. Bu atom bombası ki, İran Fars molla rejimi vurmuş o bölgəyə, iki dənə atom bombasından bir 10 qat, 20 qat çox xərablığa və insani zərərə uğramış keçən 40 ildə. Bunu da biz danışaq elə indi ki bu söhbət. Keyvan bəy sualını yazmadan deyir ki, məntiq üzü ilə cavab verin. Hələ yazmamış sualını. Tamam. Deyir ki, bu İranın bir Dəbiristana ordusal, əskəri bir eğitimləri var. İranın Dəbiristan deyirlər İranda, Türkiyədə deyirlər. High school'a nə deyirlər? İndi sən mənə köməklik elə. Nəyə? İranda, Türkiyədə high school'a nə deyirlər? Lisə. Lisə öğrencilərinə İranda bir dərs var hər il. Birinci lisədən ta lisənin sonuna gedər. Əskəri təlimat. Silahlanmaq, silahdan istifadə eləmək. Baxın, sizlə biz burada televizyonda canlı yayında deyə bilmirik millətimizə nə cür savaşacaqsınız. İranda mədrəsədə... Hatta o siz dediniz, o bizim əleyhimiz olacaq. İranda o təlim, rəsmi təlimdə okul uşaqlarına, çocuklarına silahlanmanı, kokteyl molotov nədir, nə cür faydalar, narincək nədir, nə cür atılar, tüfək nədir, güllə nədir, nə cür savaşarlar, nə cür öldürərlər, bomba, atom nədir, kimyavısal bombalar nədir, silahlar nədir, bunların hamısını orada təlim verirlər İranda çocuklara, lisə çocuklarına. İndi bu ilki kitablarının, yəni 2021-22-ci ilin kitabının üzündə 2 dənə füzə gedir Azərbaycana tərəf. 2 dənə füzə, diqqət buyurun, Azərbaycana tərəf getmir. Türkləri nişanə tutubdu. Türkləri. Yəni İsfahan, Tehran tərəfindən atılır türklərə. Bu tərəfdə nə xəritədə Güney Azərbaycan görsənir. Milli güvənlik dərsi difai öyle bir sözdür. Amma
şey amaç haradır? Türk dünyası. Aha. Amaç şey değil, Güney Azərbaycan değil. Çünki İrandan soruşsanız deyəcəksiniz ki, bura İranın içindədir. Siz görürsünüz xəritə İranın xəritəsidir. Biz bu xəritənin o tərəfi ağdır. Oranı ki dağıtmışıq ağdır, oradır bura. Güney Azərbaycanı, yəni İran rəsmi olaraq bizə deyir ki, biz sizi tutmamışıq amaç. Güney Azərbaycanı tutmamışıq. Bu Türkiyə və Azərbaycan Türk dünyasıdır. Oldu. Burada bir dənə sual var. Və mən neçə il bundan öncə, siz sualı oxuyun, mən bunu da deyim. Neçə il bundan öncə demişəm, İranın atom bombası düzəltməsinin amacı ərəblər ola bilməz. Çünki İran məcburdur ərəblərlə bir cürə kənara gələ. Avropa ola bilməz. Çünki Avropaya çox bağlıdır. Əslən hökumət ora bağlıdır. Oradan gəlir, oradan gedir keçən 100 ildə. Hər hökumətçi dəyişibdir. Hər şah belə. Amerikaya da ki, gəlib yetişməz. O hələ silahı yoxdur. Gələ və Amerikanı vurmağa gücü olmaz. Bilir ki, foru dağılar və o silahı da oraya yetişməz. Bunu da bilir. İranın təkcə bir amacı var. Əgər istəyən NATO ilə mübarizə eləyir Türkiyə. Təkcə oranı. Hətta Azərbaycanı vura bilməz İran. Çünki Azərbaycana istəyək sərhəddən keçə gəlib Rusiyədən icazə alaq. Rusiyənin, biz bilirik da, Azərbaycan Cumhuriyyəti hər halda keçən 200 ildən də biraz çoxu Rusiya imperatorluğunun sərhədlərində olubdur. O icazə verməz İran dövləti Azərbaycana bomba atom atsın. Amma Türkiyəni vura bilər. Burada bir Keyvan biraz önce dedi ki sual eləyə bilərəm. Dedik təbii decinə. Sonra hələ sualını vermədən yazdı ki, amma məntiqi cavab verəsiniz. Dedik tamam. İndi sualı budur. İran əgər istəsə Ermənistana kömək eləyə, Azərbaycan bir vəcəb toprağın ala bilərdi. Yəni istəyir deyə ki, mən belə anlayıram ki, yəni əgər İran Ermənistana yardım etsəydi, Azərbaycan ala bilməzdi. Eləyə bilməzdi bu işi. Onun lütfən cavabı sizdə varsa buyurun. Tamam. Dostum, İran gecə-gündüz Ermənistana köməklik edir. Bunu inkar eləyə bilməz. Siz İranın məclisi deyir, dövləti deyir, ifrati adamları deyir, sipah-pasdaran deyir, nümayəndələr deyir. Bu stratejik mütaliat mərkəzləri deyir ki, biz iştibah elədik. Diqqət buyurun. İranda iki cürə stratejik mütaliat mərkəzləri var. Bir Azərbaycan içində olan, hududən Güney Azərbaycan içində 18 dana mütaliat stratejik mərkəzi var. Hərəsinin də 150 ta 200 nəfər kadr lisans, fوق lisans döktürası var. Bunlar bir də Tehran və Farsistanda olan mərkəzlər var, mütaliat mərkəz. Tehrandakılar deyirlər ki, Azərbaycanı biz gərək sıxaq. İstəsəz mənabeyini də göstərərəm biləcə. Azərbaycanı gərək sıxaq. Biz gərək Ermənistanın yanında duraq. Ermənistan Avropanın yanındadır. Çünki Məsihidir. Biz Məsihlərin himayətini qazanmalıyıq. Məsihi dünyasına bağlanmalıyıq. Rusiya ilə biz orada əgər Azərbaycanı vursaq türklərlə tərəf olaq. Amma Ermənistanla tərəf olsaq ya yoldaş olsaq biz Rusla da tərəf oluruq, Avropa ilə də, Amerika ilə də. Onun üçün bunlar çalışırlar ki, ora getsinlər. Tamam köməkləri oradır. Silahları ora verirdilər, Naxçıvana yer almadan, düyüdən, plandan verirdilər. Bunu siz vermirdilər. Yəni gəlirdi alırdılar, insanlarımız oradan gəlirdilər, buradan alırdılar, gedirdilər. Bunu biz deməyək. Amma Ermənistana bedava verilir. Amma Ermənistana bərgi verir, ordusuna silah verir. Və bunların filmlərini görürsünüz. Yəni bunları inkar eləyə bilməzsiniz. Dünyada bəzi şeyləri inkar eləmək olar, bəzi şeyləri eləmək olmaz. Mənabeyini göstər yoldaşımıza. Bəli, mənabey nümunəsi. Baxın, Azərbaycanın toprağı işğal olubdu. O işğal torpaqlarda İranın özü deyir da, özü mediasına baxın, xəbərgüzarilərinə baxın, Fərmandehan-ı Sipah, filan ustandarların sözləri deyir ki, Qarabağda biz sərmayəgüzarlıq eləmişik. Gediblər Ermənistanla danışıblar, bir dənə sədd vurublar. Sədd-i müştərəki Ermənistan və İran. Ki o mərz Ermənistanın deyil, Azərbaycanın işğal olan torpaqlarıdır. Tamam, biri bu. İkincisi, Ermənistana hər şeydə dünyada yazıdan da önəmli əksidir və filmidir. Biz yüzlər saat videomuz var, əksimiz vardır ki, Ermənistana silah göndərir İran. Cəlibdir ki, tancıların, muşəklərin, katyuşaların,
silahların nömrələrinəcən dostlarımız qoyublar. Bunların bəzisi ələni qoyulubdur, bəziləri də verilibdir bizim əhzabımıza, verilibdir bizim təşkilatlarımıza. Bunlar da mövcuddur. Biri dəstə yayılıbdır. Yəni rəsmən məsələn nömrəsini göstərir tankın, tirelinin üstündə nömrəsini göstərir ki, bu gedir ora. Rusiyadan silahı İran alıbdı, gətiribdi. Orada Xəzərdən gətirdi, oradan geçirdi. Bu cür oldu, Oğuz bəy. O da beləsi oldu. Amma Güney Azərbaycan Türkünə və milli hərəkatına bir başaşağılıq və utanc Bir verir. dəqiqə. Ora hələ getməyək. Ermənistana niyə müstəqimən silah verə bilmir Rusiya? Bunu da deyək. Yeri yox idi. Gürcüstan da izin vermədi o zaman. Olmadı. Getmədi. Ya gərək Gürcüstandan apara silahı, ya gərək Azərbaycandan. O zaman Gürcüstan izin vermədi. Gürcüstan izin vermədi. Azərbaycan da ki savaşçıydı, izin verməzdi Ermənistana silah keçsin. Qaydətən keçən 30 ildə icazə vermədi. Öz toprağından bir dana fişək keçsin Ermənistana. Çünki bilirdi ki, bu Azərbaycanın sərbazını öldürmək üçün, əskərini öldürmək üçün ora silah keçəcək də Azərbaycan bir dana güllə qoymadı Azərbaycandan keçsin. Gürcüstan da neçə müddətli icazə vermir. Təhcə yer ki, Türkiyə də icazə vermir. Aha, buranı da deyək. Türkiyə gələ bilər Qəradənizə, Rusiya, oradan gələ bilər Türkiyə, Türkiyədən gələ bilər Ermənistan, İrana, İrandan gedə, ya oradan gedə Ermənistana. Amma bunu da yenə icazə vermədi Türkiyə. Türkiyə də icazə vermədi. İrandan sonra yolu yox idi. İrana gəldi Xəzərə, Xəzər dənizindən gəldi, Culfadan keçdi, getdi. Culfadan və o birisi yollardan keçdi, getdi. Culfadan yox, üzr istəyirəm, Culfa deyil. Culfa Naxçıvana girir. Şeydən keçdi, getdi ora. Xudafərin tərəflərindən. Çox təşəkkür. Keçdi, getdi ora. Buyurun. Mənə görə bunu məsələni yetərincə danışdıq. Bu bizim sizdən də öyrəndik. Yoldaşların sorularından da hətta öyrəndik ki, bəziləri necə düşünür. Yəni bizim işimiz öyrənmək və bilgiyi yaymaqdır. Doğru. Biz bunu öyrəndik ki, Azərbaycan bizim dövlətimizdir. Azərbaycan dövləti bizimkidir. Türkiyə dövləti bizim dövlətimizdir. Türk torpaqlarında hər dövlət qurulsa, hər türlü dövlət qurulsa. Oğuz bəy, üzr istəyirəm. Dostumuz elə həman dostumuz, o Keyvan bir dənə sual soruşdu. O suala cavab verək keçək da. Bu sonuncu olsun. Yazıb ki, bəs niyə İran gərək Ermənistana düşmən ola? Kim deyib ki, İran Ermənistana düşməndir ki? Düşmanımız İsraildir. Azərbaycan İsraillə dostluq eləyir. Biz niyə gərək Ermənistana düşmən olaq? Onu yazıb üstə. Aha, tamam. Baxın, Azərbaycan bir müstəqil dövlətdir. Hər müstəqil dövlət dünyada olan müstəqil dövlətlərlə ilgi qura bilər. Hətta müstəqil olmayan millətlərlə ilgi qura bilər. Siyasətlərinə görə, özünün milli mənafəətlərinə görə. İran İsraillə rabitəsi var, yox, Azərbaycanı tutmaz. Türkiyəni tutmaz, ərəbləri tutmaz. Ərəblər barışıblar, İran barışmasın, özü bilər. Amma bu ki, Azərbaycan İrandan ötürü Rusiya ilə barışmasın, bu bir şeydir. Özdə ki, Rusiya, üzrsən, İsrail demir mən İranın düşməniyəm. Baxın, fərqi buradadır. İsrail İranın torpağını işğal eləməyibdir. İsrail İrana silahlı güc göstərmir. Amma İran neyibdir? Ermənistanla Azərbaycanın sərhəddi var, mərziləri var. İran Azərbaycanın torpağı işğal ola işğalçıya silah veribdir. Yəni milli mənfəətlər, tərif elədiyi milli mənfəətlər onu icab eləyir. Yox, istəmirəm ki, İsraillə fərqi budur. İsrail İrana həmlə eləməyibdir. İsrail və Yəhudilər hər zaman Türk millətinin və Azərbaycan millətinin dostudurlar. Tarixi olaraq. Orası da deyirəm. İcazə buyurun, mən bunu deyim. Dostumuz bunu düşünsün. İsrail İrana həmlə eləməyibdir. Ermənistan Azərbaycana həmlə eləyibdir. İsrail İranın torpağını işğal eləməyibdir. Ermənistan Azərbaycanın torpağını işğal eləyib, hala da işğaldadır. İsrail İranın əskərlərin, insanların öldürməyibdir, qətliam eləməyibdir. Xocalı qətliamı var Azərbaycanda. Ermənilər qətliam eləyiblər. İsrail İranını bombardıman eləyib, işğal eləyib, milyonlar insana evindən, yerindən, yurdundan onlar faktlar. Əfəndim? Deyirəm, burası faktlardır, siyasi. Həzr edirəm. İran, Ermənistan işğal eləyibdir, bombaran eləyibdir, qətliam eləyibdir və insanlar evlərindən, yurtlarından, cəmilərindən, bağlarından avara düşüblər, gediblər, evsiz qalıblar 30 il. Siz bunu necə müqayisə edə bilərsiniz İranla, İsraillə rabitəni? Biz də demirik İran, Ermənistanla rabitəsi olmasın, demirik bunu. Amma deyirik ki, köməklik eləməsin. Nizami heç olmasa köməklik eləməsin.
Çox təşəkkür əziz Səfəli bəy. Yoldaşımız Vahid Azərbaycan bəy, sizin mənə yazdığınız soruya qarşı budur ki, bizim burada qonağımız və ev sahibimiz yoxdur. Güney Azərbaycandan baxış proqramı söyləşi proqramıdır. Burada hər kəsin istədiyi zaman sözünü kəsər, ondan sual elər, biri böyle danışar, biri və heç öyle bir şeyi sabit eləmək, bir şeyi qanıtlamaq hədəfində deyilik. Biz düşüncəni yaymaq, düşüncəni seyğəlləşdirmək, düşüncəni ortaya qoyub o düşüncəni eleştirmək amacına buradayıq. Heç biz öyle ki bir düşünce doğrudur, bizə göre hiçbir şey müqəddəs deyil və hər düşüncəni biz burada eleştirə bilərik. Və zaten elə böyle biz bu səviyyədə danışırıq. Ona görə biz bir-birimizin sözünü də istədiyimiz zaman kəsərik. İndi gedək o biri bəhsə. O biri bəhs Urmu gölüdür. Urmu gölü bəhs. İndi 1 saat 45 dəqiqədir təqribən. Az çox danışırıq. Mən 5 dəqiqədə arz edeyim ki, bizim indiki görüşümüz nədir Urmu gölünə görə. Siz də görüşünüzü buyurun. Ondan sonra biz geçəcəyik Xameneyinin dediniz, əgər Ayətullah Xameneyi, Ağay Xameneyi, hər nə deyirsiniz deyib, bu dünyasını dəyişsə, dəyişikliklər nə ola bilir və ya biz nə istəyirik? Ancaq bütün məsələ budur ki, təbii bizim istədiyimiz bəllidir. Bizim istədiyimiz budur ki, indi Xameneyi gəlməsin, Xameneyinin oğlu gəlsin, qardaşı oğlu gəlsin, hər kəs gəlsin. Bizim ilk və son dediğimiz budur ki, İran Fars işgal sistemi ordusu istəyənləri, tərəfdarları Güney Azərbaycanı tərk etməlidirlər və Güney Azərbaycanda Türk Cumhuriyyəti yaranmalıdır. Və indi bu tərk etməliyini cənədə biraz öncəki kimi biz böyle deyə bilərik. İndi necə tərk etməlidirlər, hangi savaşda, hangi müahidedə, müqavilədə o başqa bir məsələdir. Bizə görə Güney Azərbaycan təmizlənməlidir İran Fars işgalından və bundan qurtulmalıdır. İndi bunun Xameneyisi olmasın, hər kəs. Yoxsa biz nə dinə qarşıyıq, nə şiəçiliyə qarşıyıq, nə sünniçiliyə, heç bir şeyə, heç bir şəxsə də qarşı deyilik. Biz istəyirik ki, Güney Azərbaycan tarixi ərazisindən, məmləkətindən İran Fars işgal ordusu çıxsın əşiyə. Və bu necə olacaqdır, bunu millətimiz və biz qərar verəcəyik o duruma görə. İndi dönək Urmu gölü məsələsinə. Bizə görə İran dövləti en büyük, İran devletçiliğinin geçen yüzyılda en büyük derdi, problemi hayati, bəqa problemi. Yani hayatta kalıp ölme problemi Azerbaycandır ve Azerbaycandır. Türkçülük değil. Farsçılık, Ərəbçilik, Kürtçülük, Türkmençilik değil. Bir kelimədə Azerbaycandır. Çünkü Azerbaycan deyəndə vətəndən danışırsan, Azərbaycan deyəndə tarixi ərazidən bir məmləkətdən danışırsan ki, elə həmən 100 il öncə, hətta 100 il də deyil, oranın adı da elə məmləkəti Azərbaycandır, Azərbaycan məmləkətidir. Və Azərbaycan məmləkəti İran əli ilə 1925-dən sonra işgal olunmuşdur və otomatikman işgal olunmuşdur, nizami işgal olunmuşdur, kültürel işgal olunmuşdur, iqtisadi işgal olunmuşdur, çevrəsəl işgal olunmuşdur və İran devletçiliğinin başına siz də geçsəniz, hər kəs də geçsə mecburdur ki, Ermənistanla yaxınlıq etsin. İran devletçiliğinin tərif olunduğu milli mənfəətlər icab edir ki, bu siyasəti oynasınlar. Və görürsünüz ki, eləyirlər, İran devletinin zərərinə deyir. İran devleti gərək Ruslarla yaxınlaşa, İran devleti gərək ermənilərin yanında dura. Bunun zatı budur. Bu böyle olmalıdır. İranın milli mənfəətləri budur. Və milli mənfəətləri ilzamən millətin mənfəətləri deyil. Bakın, milli mənfəəti o deyil. Milli mənfəətin bu məqtə tarixidə Farslar belə tərif edirlər. Bununla ola bilər milli mənfəəti nə də olsun Japonla yaxınlaşmaqda, atom bomba almamaqda, sərvətmənd olmaqda, dünya ilə sülhüdə, barışda, dünyada iqtisadi inkişafda olan. Amma indi feylən onlar ki İranın mənafi millisini tərif edirlər. Onlar beləsi göstərirlər ki, bizim Ermənistan və Rusiya və Çin ilə rabitəmiz yoxdur. O birisəli ilə yox. Bu beləsi tərif edirlər. Onların tərifi bu məqtə tarixdə budur. Amma mümkündür 5 ildən sonra, 3 ildən sonra, hətta 3 aydan sonra. İndi deyək ki, beləsi tutaq, fərz edək ki, Paşinyan sabahları dedi ki, biz Zəngəzurda Azərbaycan istədiyi yeri, Türkiyə istədiyi yeri veririk. Çünki məsələn
Mən dünən özüm şəxsən bunu hesablardım. 50 milyard dolar Azərbaycan xəsarət istəyir. 5%-la ildə əgər bunu istəyələr, ödəyələr, ildə 2 milyard 500 milyon dolar onun fəqət mənfəətidir. 5%-ı ki, gərək verələr. Ermənistanın kulli gəliri hududən 6 milyard dolardır ildə. Kulli gəliri. Bu gəlirdən 1 milyard yarımı, 2 milyarda gedir orduya, qalanını da xərclər özlərinə 5-6 milyon adamdırlar. Bunlar 2 milyard 500 milyon ildə fəqət mənfəət verələr, yüzlər il bunu verələr ki, getdikcə çox olacaqdır, o pulu verə bilməzlər. Onlar məcburdular, Zəngəzur ki, bizim tarixi torpağımızdır. İlham Əliyev cənabları da deyibdi, bunu deyibdi, dəqiqən ki, Zəngəzur bizim tarixi amaclarımızdır. Topraqlarımızdır, amaclarımızdır. Toprağı bizə o 50 milyardın qabağı rabitə qurulsun Türkiyə ilə və Azərbaycanla ilgisi olsun, mühasirədən çıxsın. Çünki indi fəqət Ermənistanda nəfəs çəkmək yolu İrandır. Yəni Gürcüstandan bir şey sata bilmir, Azərbaycandan, Türkiyədən sata bilmir. Ermənistan landlocked bir məmləkətdir zaten. Çox şeydir. Yəni düşübdür bir dana zindana. Ermənistanın durumu çox pisdir. Çox pis. Ermənistanın Zəngəzuru baxın məcburiyyətində. Zəngəzuru, hətta mən dünənlər Paşinyandan bir şey oxudum. Yazıbdı ki, mən bunu çox sevdim. Mən Paşinyanı bir cəhətdən çox sevdim dostlar. Bunu öyle demə. Bir dəqiqə gözləyin. Dedi ki, mənə nə olacaq önəm daşımır. Mən canımı, hər şeyimi Ermənistan üçün. Bu çox mühüm cümlədir. Bu çox milliyyətçi bir cümlədir. Dedi ki, mənə nə ittifaq düşəcək Ermənistanda, başıma nə gələcək önəm daşımır. Ermənistan önəmlidir. Bu çox mühümdür. O adam bu Ermənistanı qorumaq üçün İrana özünü bağlaya bilməz. Mən erməni məsələsində dedim, amma Urmu gölü məsələsi ilə danışam. O istədim milli mənafeyə deyəm ki, milli mənafeyə görə cənabınız buyurdu. İstədim deyəm ki, milli mənafe beləsi tərif olur. İndi bu məqsəddə mümkündür bir aydan sonraki Zəngəzuru Azərbaycan aldı, 2 aydan sonra, 3 aydan sonra Türkiyə, İran məcburdur Türk dünyası üzərinə stratejisini qursun. Çox təşəkkür. Bizə görə Ermənistan məmləkəti bir qondarma məmləkətdir. Bizə görə Ermənistan 100 il öncə ora İrəvan xanlığıdır bir bölgəsi Zəngəzurdan gəlandır. Değişik bölgələri var. Göyçədir, odur. Bizə görə indiki Ermənistan, indiki siyasi Ermənistan çox pis bir vəziyyətdədir. Rusiyanın lap belə pis vəziyyətdə bir kolonist kimi yaşayır. Bizim istəyimiz budur ki, Ermənistan Türk dünyasının arasında yaşadığını, Ermənistanın ağıllıları, siyasətçiləri, diasporanı dinləməyələr, öz milli mənfəətlərini Ermənistanda yaşayan insanları düşünsünlər. Biz istəyirik Ermənistanda yaşayan insanlar, diasporanın xarici siyasət, Fransanın, Amerikanın, Rusiyanın siyasətləri ilə yox, öz milli mənfəətlərini düşünsünlər və bilsinlər ki, o bölgədə Azərbaycanla, Türkiyə ilə, Güney Azərbaycanla, Gürcüstanla yaşamalıdırlar və onlar da biz istəyirik ki, rifahda yaşasınlar, yaxşı yaşasınlar, bilsinlər ki, Zəngəzur açıqca, heç savaşsız, öyle Stalinin öyle xətkeşi ilə verilibdir şeyə, Ermənistana. Azərbaycanın tarixi toprağıdır Zəngəzur və Azərbaycana rahatlıq sağlamalıdır Ermənistan devləti. Ermənistan devləti nə qədər Azərbaycanla yaxşı olsa durumu və anlayışda olsa, o zaman Ermənistanın milləti də rahat yaşayacaqdır. Bunlar bilməlidirlər ki, bunlar Türk dünyasının içində yaşayırlar. Və bu Gürcüstan 1000 illərdir ki, Türk dünyası ilə yaxşı yaşayır Gürcülər və Gürcülər bizim orada müttəhidimizdirlər. Demək ki, Gürcülərin siyasiləri daha ağıllıdırlar. Fransada, Amerikada oturan faşist diasporasının sözünü dinləmir. Hər halda bu Ermənistan barədə. Urmu gölünə biz elə düşünürük ki, İran devlətinin ən böyük problemi keçən yüzildə Azərbaycandır. Azərbaycan kəlməsi, Azərbaycan vətən məfhumu və anlamıdır. Və təbii ki, Azərbaycanda, Güney Azərbaycanda ən çoxunluq yaşayan Türkdür, Türk millətidir. Ancaq İran devləti qadir olmuş, İran devləti keçən yüzildə qadir olmuş, Azərbaycandan, Güney Azərbaycandan Türkləri İranın başqa yerlərinə və ya xaricə, Türkiyəyə, Rusiyaya, Avropaya, Amerikaya sürə bilsin. Sürmək, yəni təbid etmək, yəni qaçqın salsın və ailələri dağıda bilsin.
yüz minləri İran-İraq savaşında şəhid adıyla ölümə versin. İran devləti bunu başara bilmiş ki, Azərbaycanda türk çoxunluğunu, əksəriyyəti azalda bilsin. Bunun siyasətlərinin biri bu idi ki, geçən yüzildə türkləri oradan qaçqın salsın, Tehrana çəksin, Şirmana, Yəzdə, Şiraza, Bəluçistana, başqa yerlərə və xaricə çəkə bilsin. Dövlət qurulanda 1945-dən bu yana onun əvaqibindən daha da çox sürgün olaraq bunu dağıda bilsin. Və hətta yəni, öldürmək biridir, amma dağınıq salmaq da elə öldürməkdir, amma biraz yavaşdır. İran devləti buna başarılı olmuş bayağı, yəni yetərincə. Başqa siyasəti demografinin mühəndisliyidir. Milli mühəndislik, demografik mühəndislik, etnik mühəndislik. Bunu hər kəs, yoldaşlarımız bunları nə deyirlər, Google da eləsələr, araşdırsalar da bunlar özlə bu kələmələr işlədir. Bunların özünün bir anlamları var. Etnik mühəndislik özü minimum mənim özümə aylar çəkib ki, öyrənəm ki, etnik mühəndislik nə demək. Və ona görə burada mən o aylar öyrəndiyimi fəqət etnik mühəndisliyin barəsində açıqca ərz edeyim xidmətimizə 2 dəqiqədə ki, Güney Azərbaycanın batısında etnik mühəndislik olur, Kürdlərin əli ilə. Kürdləri gətirib orada yerləşdirirlər və Kürd terrorizmi qorxusunun altında sakin əhali kətlərini, şəhərlərini buraxıb başqa türk şəhərlərə, Türkiyəyə, Azərbaycana, Avropaya və ya İranın Fars şəhərlərinə tərəf gedir və orada etnik mühəndislik olur. Yəni sistematik olaraq Azərbaycanın batısını geçən yüzyılda kürdləşdirməyə çalışırlar. Bu ikinci yoldur. Üçüncü yol bunun çevrəsini bir atom bombası kimi orada qoyub Urmu gölünü sistematik olaraq qurutma. Bunun da adı çevrə terrorizmidir. Çevrə environmental terrorizm, çevrə terrorizm. İran devləti buna da bayağı başarılı olmuş ki, bölgədə açıqca qeyri-elmi, lazım olmayan səddləri, barajları vursun və bəzi su çox işlədən əkini təbliğ eləyə bilsin, yaya bilsin və minlər quyunu orada, hətta Sepahın öz əli ilə, İran devlətinin öz əli ilə qazsın və qazdıra bilsin və bu Urmu gölünü bu vəzə salsın. Urmu gölünün dünyada Urmu gölü kimi, yəni dünyanın ikinci duz gölüdür. Mən tez-tez deyirəm ki, o zamanımı işlədə biləm ki, sizdən də istifadə eləyək. Duz gölünün altında dünyada ən çox Şili olaraq, Şili məmləkətində, Brezil məmləkətində və Çində ən çox, yəni Şilidən başlayaraq, yəni 1, 2, 3, 4 böyle gəlsəniz, bu duzlu göllər, o göllər heç onlar duz gölüdür. Zaten Urmu gölü dünyanın ikinci duz gölüdür. Onların altında ən rahat təhsil, istehsal edilə bilən, istixrac edilə bilən şey var. Litiyum vardır. Litiyum nedir? Litiyum belə həmən o şeydir ki, sizin də telefonunuzda batrıda işlədirsiniz, əziz yoldaşlar. Litiyum. Yəni hansı ləhcə ilə desəniz, İngilizcəsi olur litiyum. Güney Azərbaycanda, Urmu gölündə, hər yerdən, o bölgədə, bütün bölgəmizdə ən çox Güney Azərbaycanda olan nə var? Litiyum vardır. Litiyum, mən çox qısa deyirəm, nədə işlənir? Litiyum 6 və litiyum 7. Yoldaşlar, hər kəs internetdə dəstələri vardır, əlləri yetişir. Lazım deyil ki, geçsinlər, boş-boş sözlər, nə bilim, oradan nə pişik atıldı, ondan bir video çəkək, göndərək, o ki, gülməli, bunu məskər eləyək, ya filan güyan, bu şeylərin yerinə görün ki, Güney Azərbaycanda çevrə terrorizmini İran necə yürüdür? Litiyum 6 və litiyum 7 nedir? Və Güney Azərbaycan necə məhv eləyir İran devləti və orada litiyum istəyir, istixrac eləsin. İki şeydə çox işlənir litiyum. Biri batırılarda, ki dünyada bilirsiniz, batırı üzərinə arabalar ki, maşınlar ki yapılır, dünyada daha da yaygınlaşır və litiyum daha çox lazımdır dünyada. Bir də ki, nükleer bombanı yapmaqda litiyum lazımdır. Açıqca bunu dedim, biləsiniz ki, İran devləti, hamı bilir ki, İran devləti yalan deyir. Nükleer enerji düzəltmək istəmir. Nükleer bomba düzəltmək istəyir. Və nükleer bombasının lazım olan litiyumunu Güney Azərbaycandan istehsal və istixrac etmək istəyir. Dünyada ən çox litiyum harda olur? Duz göllərində. Bunu da ərz elədim. Lütfən bunları hər kəs istəsə təhqiq eləsin, araşdırsın. Biz bu sözlərin başlıqlarını deyirik ki, bilgini yayırıq sizə. Siz biləsiniz ki, İran devləti Urmu gölünü birinci olaraq
Türklərin ədəm təmərküzünə görə eləmiş ki, orada etnik mühəndislik etsin, Türklər oranı tərk etsinlər, sonra Kürdlərdən, Farslardan gətirib öyle etsinlər ki, elə İranın hər yeri kimi Türklər də yaşasınlar. Azərbaycan vətən anlamını əldən versin. Birinci budur. İkinci də rəsmən çevrə terrorizmi və oradan litiyum çıxartıb və Batrıda və dünyaya satmaq və bir də ki, bəli yoldaşlarımız deyir potasyum, uranyum və mən yazıyorum. Hətmən bunu bilirsiniz. Sodyum. Sodyumdakı bilirsiniz litiyumun. Hər kəs biraz chemistry bilir. Onun yoldaşıdır o cətvəldə, maddələr cətvəlində. Hər halda o daha teknik şeylərə geçsək, yenə də saatlar biz gərək oturaq anladaq ki, litiyum dünyada necə istixrac olunur. Ancaq bunu biləsiniz ki, Urmu gölündə elə bu livi qədər, yadımdan çıxdı bayaq Şilidən sonra bu livi deyəcəydim. İran dövləti istəyir Urmu gölündə ki, təqribən elə bu livi qədər, yəni dünyanın birinci və ya ikinci olaraq litiyuma sahibdir. Oradan litiyumu çıxarsın. Mən fikir edirəm 50 milyon ton qədər olur. Amma olabilir yanlış olan burada. Bu İranda nükleer bombada, nüvə silahında lazımdır və İran dövləti onu oradan istehsal və istixrac eləmək istəyir. Təbii ki, bunu sata da bilər. Çünki dünyada Batrı, telefon bilirsiniz, geçən 50 ildə necə böyük patlama oldu bu telefonlarda Batrı, litiyum batrıları və bilirsiniz necə geçən 20 ildə necə böyük patlama oldu. Batrı ilə işləyən arabalar, bəriq arabalar ki, deyirlər, əslində Batrı arabalardır ki, litiyum işlədir. Güney Azərbaycan da böyle bir fəlakəti İran dövləti milləti düşünmədən, təbii ki düşünmədən, çünki ona işgal etmiş, devam edir. Urmu gölü indi son nəfəslərini çəkir və orada ən az düşünülən, ən az ki, heç kəs umurunda deyil İran dövlətinin, təbii ki, həmən o millətdir ki, deyir ki, millət sevmir, dursun, geçsin ayrı yerə. Geçsin Türkiye'ye, geçsin Azerbaycan'a, geçsin Kirman'a, Şiraz'a, Tehran. Yalnız burada onun o əksəriyyəti, çoxunluğu azalsın. Biz sözümüzü dedik Urmu gölü barəsində. Urmu gölü yalnız su məsələsi deyil. Urmu gölü məsələsi deyil. Urmu gölü Azərbaycan, Güney Azərbaycan varlığı və yoxluğu məsələsidir. Bir dənə bir siyasi, milli, coğrafiyayı bir varlıq kimi, bir nesnə kimi. Yəni, hətta bizim dövlətçiliyimizlə ilgilidir. Aynı işləri istimari güclər bu lividə eləyiblər, Şilidə eləyiblər öncədən bu litiyum çıxartmaqla. Çin dövləti Tibbetin quzeyində və Doğu Türkistanın güneyində də bunu eləyib və hətta başarılı da olubdur. Bir də təkrar edirəm. Aynı təcrübə Çin dövləti Doğu Türkistanda eləyibdir və başarılı da olubdur. Ona görə İran dövləti də Çin dövlətinin türk düşmançılığı, siyasətlərini İranda devam edir. Və təqib edir onu, çünki başarılı olub eləyib. Necə ki, Doğu Türkistanda türklərə Çin dövləti neynir? Azərbaycanda da aynı gələcəyi İran dövləti istəyir uygulasın bizlərə. Çox təşəkkür, mən üzr istəyirəm. Yəni, əgər uzun danışdım bu barədə. Sayın İnsaf Ali bəy, siz görüşlərinizi bu barədə və ya mənim dediklərim barədə buyurun. Eşidək sizdən, öyrənək sizdən. Sağ olun. Çox sağ olun. Təşəkkür ederim. Urmu gölü bizə vətən məsələsidir. Vətənin işğalının davamıdır. Mən belə görürüm. Yəni, bizim millətimiz geçən yüzili bu Urmu gölünün, yəni Azərbaycanda qalmışlar. Siz bir dənə söz işlətdiniz ki, etniki dəyişdirir və Azərbaycana azlatmağa gətirir. Mən sizin tərsiz burada düşünürəm. İranda mən özüm amar işlədim, bir təhqiq elədim. İranda 30 neçə dənə ustan var. Ustan dedikləri il deyirlər Türkiyədə, il var. Bu illərin hamısına baxdım. Ərdəbildə Fars, Kürd, Ərəb, Bəluç, hər nə deyirsiniz deyin. Hududən 1%-dan azdır. Hamısı birlikdə Ərdəbil iyalətində 1%-dan azdır. Şərqi Azərbaycanda 2%-a gelir. 2%, yəni 98% türkdür. Qərbi Azərbaycan, Batı Azərbaycandakı Urmiyəli mərkəzdir ki, İranlılar indi onu Ustanı Urmiyə deyə istəyirlər, insanların beyninin əvvəl buna adət eləyələr. Bunların toleransları olsun, zərfiyyət də islah. İnsanların zərfiyyəti olsun. Bu şuxluğu, siyasi şuxluğu qəbul eləsinlər ki, bir Ustanı Urmiyəni biz təhəmmül eləyək, etiraz eləməsinlər. Ondan sonra ustan yaradacaqlar.
Bu onun üçün bu Ustanı Urmiye deyə bu işi görürlər. Orada da Kürdlərin köçməsi ilə bərabər bu bizim hududən məsələn 20% Kürd, Asuri, Erməni var. 20%. Yəni 80% Türkdür. Batı Azərbaycan. Kürdistanda Türklərin faizi 15%-dan çoxdur. Kürdistan dediyimiz yerdə. Tehran dediyimiz yerdə özləri dünən ustad danışıqda da danışıbdı keçən gün. Hətta bu Manitou televizyonunda bir nəfər bir pan-İranist danışıb deyibdi ki 70% Tehran ustanı, Tehran şəhrinin özünü yox, ustanının Tehranın usta ilinin 70%-i Türkdür. Əlborz dedikləri ustanın 80%-i Türkdür. Kərəc mərkəzli bir ildir. Onun 80%-i Türkdür. Yəni əksəriyyət Türksəsə. Əksəriyyət mütləqət hətta gedir. Ondan sonra getdi. İsfahanın, Şirazın, bunların çox faizi Türkdür, 50%-ine yaxın Türkdür. Türk kökənlidir. Yəni burası budur deyim. Bizim İranda iki cürə fars var. Bir, onlar iki ata-anadan, 4 ata, 5 ata bundan qabaq farsdılar. Onlardan doğma. Bir də onlar iki türkdülər, ərəbdilər, bəluçlar, türkəməndilər. Amma 4-5 ata bundan qabaq, ana bundan qabaq köçüblər Fars bölgələrinə. Onlarda farslaşıblar. Bu fərqlidir. İndi bir dana siz İranda il yoxdur ki, orada Türk olmasın, tarixi Türk. Yəni bu iki 5 il köçüb bundan qabaq yox. 200 il, 500 il bundan qabaq köçən Türk olmasın. Orada köçən demirəm. Yaşayan Türk olmasın. Köçən Türk iştibahdır. Mütəəssifanə mən Türkiyədə də bu iştibahı görürəm ki, bundan belə ki, bu son günlərdə bir profesor dedi ki, Yunan məmləkəti 200 ildir. Ondan qabaq Yunanda şəhərlər var idi ki, Yunanlıların orada hakimiyyəti var idi. Amma onun yoxdur. Yunan keçən 200 ildə düzəlibdir. Necə ki, Fars keçən 1314-də İran düzəlibdir. 1314 olur. 1925-də oturdu ya 33 olur. 1938-də. 1938-də İran adlı bir ölkə düzəlibdir siyasi xəritədə. Ondan qabaq Türkdür bura. Türk dövlətidir. İndi burada mən bunu inanmıram ki, Azərbaycan azallaşıbdır. Azərbaycan əksəriyyət mütləqlədir hər yerdə. Bu mənim düşüncəmdir. İran dövləti çalışıb ki, Urmu gölü qurmaqla bu o siyasətin dalısıdır. Azərbaycanlılar buradan köçsünlər. Azərbaycanlılar buradan köçənsə, Kürdlər burada qala bilməzlər. Onlar da köçəcəklər dostum. Yəni Kürdistan Azərbaycana çox yaxındır. Burada qalxan yerlər Təbrizi tək hədəf almır. Biz Təbrizin üstündə danışmıyıq. Kürdistanın əsli şəhərləri xarabiyə çönür. Çünki Təbriz ilə Urmu gölünün arası elə Kürdistanla arası qədərdir. Yəni çox araları yoxdur. Biz fikir eləmiyik ki, məsələn, Azərbaycan boşalacaqdır, Kürdistan qalacaq yerində. Yox, Kürdistan elə Azərbaycan kimi nə mənə varı yox, aradan gedəcəkdir. Bu bir məsələ, mənim birinci görüşüm bu haqda. İkinci görüşüm bu ki, hər bir şeyi İranda ki olur, ya dünyada, hər bir göl ki düzəldirlər, sədd, ya bənd, ya baraj ki deyirlər Türkiyədə, hangisini deyirsiniz deyin, bunun bir siyasi amacı var. Əvvəlinci, ən başda siyasi amacdır. Ondan sonra çevrəsəl amacdır, ya mümkün su, nə bilim, əkinəcək, enerji, yəni elektrik tolid eləmək falan, bunlar amacı olsunlar. Əgər Azərbaycanda Urmu gölü qurunur, bunun bir amacı var. Əgər Azərbaycanın Urmu gölünün ətrafında 144 dana baraj ya sədd ya bəndi düzəlibdir. Bunlardan 94'ü o sular ki gedir tökülür Urmu gölünə, onlarda düzəlibdir. Neçə dana su gedir Azərbaycanın Urmu gölünə ki, indi qabağı bağlanıbdır. Heç su getmir onlardan. 1 litr belə getmir. 21 çay var ki, onlar daimən axır. 49 çay var ki, onlardan hərdən axır, hərdən axmır. Yağış yağanda axır, qar olanda axır, o cürsü zamanlar axır, yazda, payızda və qışda. Onlardan su axır. Onların hamısının üstünü tikiblər.
Heç birisindən bura su gəlməsin. Bunun amacı əkinəcək deyil, şirin su deyil. Bunun amacı Urmu gölü qurumaqdır. Urmu gölünü niyə qurudublar? Nədən ötürü qurudublar? Bomba atom biridir. İqtisadi mənafe biridir. Orada çox milyonlar il bura şor olubdur. Buranın topraqları metrlər boyu buranın şeydir. Dünənləri Yusifi Necad adında bir nəfər danışıb 4 gün bundan qabaq, 3 gün bundan qabaq Urmu gölü haqqında. Ödə ustad danışqahdır bu adam. Eyni halda da bir rəsmi məqamdır. Deyibdir ki, Urmu gölünün dərinliği 6 metrdir, 8 metrdir. Dərinliği. Mən elə indi əlam ki, cənabınız danışırdınız, Google elədim ki, sizə doğru məlumatı verim. Urmu gölünün dərinliği 16 metrdir. Əgər biri deyir ki, baxın, hardan deyək bunu? İndi dostlarımız o, nə idi baxırdı, Çiyan idi, nə idi Çiyan, o cür adamlar, o türk nəmənə adamlar, onlar bunu eşitsinlər. Biz bunu deyək ki, İran dövləti düz deyir. Ağa, Urmu gölündə 2-3 yerdə iskilə düzəldiblər. İskilə türkçə nədir? İndi bizim Türkiyədə dostlarımız qulaq assırlar, nə deyirlər Türkiyədə iskiliyə? Elə iskilə deyək görək hələ nə olur. İskilə deyək. Bir iskilə düzəldiblər, gəmilər gəlirlər, dayanırlar. Osmanlı oxumuşam mən. Gəmilər orada gəlirlər, dayanırlar. İnsanlar onun içinə girirlər, minirlər gəmilərə, ya yük yendirirlər, yük vururlar. Bura, ora deyirik. Qərbə, Urmu gölündə 3 yerdə iskilə var. 3 yerdə mən bildiyim, bəlkə də çox yerdə var. Rəhmanlıdır, Şərəfxanadır və bir də şeydir. Bunlarda bir dana da təmirgah var. Yəni, o gəmilər xərab olanda bunu aparırdılar. Bir dana orada bir yer vardı. Bağlırdılar ora. Mekaniklər gəlirdilər, onu düzəldirdilər. O gəmini. Bunların irtifası, dərinliği ki, suyun qırağındadılar bunlar. Yəni, bunlar torpaq üstündə düzəliblər. Bu suyun içində, dərin yerdə düzəlməyiblər. Bunlar ən dayaz yerdə düzəliblər. Ən dayaz yerdə düzələndə bunları ölçün. Gedin altına ağaçları qalıb. O günləri birini yandırdılar. Bunlar istəyirlər ki, bu fiziksel sənədləri ki, suyun dərinliğini göstərəcəkdir, onu aradan aparsınlar, getdilər bunu yandırdılar. Bu iskilələrin birini yandırdılar. Amma gedin onu ölçün. Mən özüm 14 yaşında getmişəm onun üstündə oturmuşam. O iskilələrin birinin içində Şərəfxana bəndəri deyirlər ki, qatar da oradan, dəmir yolu da oradan getir. Orada özüm oturmuşam. Özüm oturmuşam, mənim göbəyiməcən su gəlibdir. Yəni o ağacın üstündə, o iskilərin üstündə oturmuşam, mənim göbəyimə su gəlibdir. Onda bizə deyirlər xiyar aparın, çünki gözünüz dəyəndə su gələndə gəlirdi, dəyirdi belə bizə o dalğalar. Gözümüzə girirdi. Deyirdi ki, o gözünüzə girəndə xiyarı buradan çıxadın, dişləyin, sürtün gözünüzə şey olmasın. Mənim yadımda gəlir. Yəni siz indi dostlar, hər kəs ki deyir Urmu gölünün dərinliği 6 metrdir ya 8 metrdir, ona deyin ki, orada o 5 metrlik su sahildə, o üzrüsən iskilə, 5 metrlik ucalıqda iskilə, sahildə nə qeyrir? Sahildə 5 metrlik iskilə olmaz. Bunun gərək dərin yeri, yəni su çıxır burada, deyirəm, mən özüm canlı şahidəm. Canlı, diri şahidəm. Buranın yarım metrdə üstünə su çıxırdı. Yarım metr. 14 oldu. Bir də buna işarə eləyin ki, indi yarın, sabah yəni, orada sabah da deyirlər, yarın Ərbəin günüdür. Və minlər, 10 minlər Azərbaycandan düşmüşlər, başı açıq, ayaq yalın düşmüşlər, gedələr İraqda, özlərini dövələr, ağlayalar, böyle işlərlə məşğul olarlar. Susuz, acman susuz, xəstəliklər gətirələr və yayalar dünyanın hər yerinə. Sizə görə bu Ərbəin ki, yarındır, sabahdır, sizə görə Urmu gölünün qayğısında olanlar, Güney Azərbaycan Milli Hərəkatının qızları, qadınları, uşaqları, erkəkləri, qardaşlarımız, bacılarımız hamısı Urmu gölünə görə yığışıb Urmu gölünə görə bir aksiya keçirmələri yaxşı deyilmi? İcazə verin, mən sözümü tutarım, ondan sonra qeydim. Baxın, bütün yazmışdılar ona görə. Urmu gölünün dərinliyinin və böyüklüyünün tarixsel yazılıb qalıbdır, farslar yazıblar. Biz yazmamışıq, türklər yazmayıblar, calibdir burası. Buranın 140 kilometr uzunluğu. Siz ağa mənə deyin ki, bir yerin 140 kilometr uzunluğu olsa, bunun dərinliyi gərək nə qədər olar? Yəni, təbii ki, 140 kilometrdən Oğuz bəy gəmi sürülürdü, gəmi.
50 dənə ən azı treli ilə maşın tuturdu bu gəmi, daşırdı o tay bu taya. Yəni içində ağır gəmilər gedirdi, yekə gəmilər gedirdi. Bu 140 kilometr gəmi gedirdi. Buranın 55 kilometr enidir. Əgər Oğuz bəy, əgər Urmu gölü Türkiyənin əlində olaydı, ya bizim öz əlimizdə olaydı, bunun dövründə, bu qotru deyirlər də dairə, bunun dövrəsində bir dairə çəkin, bir yuvarlaq çəkin. Deyin ki, biz istirdik burada bir dünyadan sərmayə cəzb eləyək, dolar cəzb eləyək və güclənək. Mən bir dəfə hesab elədim, 6 milyon 1000 metrlik villalar düzəldə bilərsiniz bunun oldu. Amma siz bir şeylər deyirsiniz ki, məsələ budur ki, siz bir işğalın altında, elə bu cür olar da, normalı budur. Sizsə Türkiyədə göllər var ki, ətrafı otellərdir, gözəl, hey pul çıxardırlar. Bu cür göllər var. Türkiyədə hamısına da getmişəm, gəzmişəm də. Azərbaycanda da, açıq dünyada belədir. Bu bəllidir də, İran dövləti nəsə, yəni onun dərinliyi nə qəddir, əni nə qəddir, axırda bu işğal altındadır. Dostum, işğal altındadır. Amma biz bunu bilək ki, burada bu böyüklükdə iqtisadi məsələ deyil orada. Siz deməyin ki, lityumdan ötürü oranı qurudurlar, uranyumdan ötürü qurudurlar. Orada istəyərlər o pulun 100 qatını çıxadarlar, 100 qatını. Yəni o lityumun, o hər nə mənə ki deyirlər orada vardı. O cümlədən məsələn mən o zaman ki orada idim, Təbrizdə idim, özüm getdim, gördüm, bizə çox şeylə dedilər, soralar, mən mütəvəccüh oldum ki, vay bizim daş başımıza düşübdü o zamanlar. O zaman buranın içində Artemiya, Urmiya bir canlı var. Bir canlı var. Bunun kilonu o zaman deyirlər, biz bunu neçə dolara satırıq dünya, satacağıq və pullanacağıq. İqtisad. Ağa, iqtisad məsələsi olsa, siz lütfən buranı doldurun. Buranın dövründə şəhər düzəldin, buranın dövründə təfrih mərkəzi düzəldin, turist mərkəzi düzəldin. Bura dünyanın ən abadan yeri olar, ən böyük iqtisadi yeri olar. Biz istəmirik olsun. Problem budur. İran dövləti istəyir olsun. Siz elə deyirsiniz ki, bu İran dövləti gəlsin orada, oranı abadanlıq eləsin. Yox. Oğuz bəy, diqqət buyurun. İqtisadi məsələni mətrəh eləsə dövlət, ya dövlət adamları, siz gələ iqtisadi cavab verəsiniz. İqtisadi suala, iqtisadi cavab vermək lazımdır. Siyasiyə siyasi, ekolojiyə ekoloji, cəmiyyətiyə cəmiyyəti. Mən cəmiyyətini ərz elədim xidmətinizə. İqtisadi olaraq ki, onlar deyirlər, bu iqtisadi cəhətdən. Burada biz karxanalar qururuq, lityum daşıyarıq, duz daşıyarıq, nə daşıyarıq, potasyum, nə bilim filan daşıyarıq, bunları satarıq, Azərbaycanda bir sərvət gələşdirər. Bunu istəyirlər bizim yerimizə. Baxın, təslim olmağa nə deyirlər təslim ol? Deyir ki, bax, sənin suyu qurutdum, o qurutmaq deyir ki, sənə iş yaradacağım. Burada lityum var, bir belə milyon. Burada potasyum var, bir belə milyon. Bunları geçib məsələ. Yox, indi qulaq asın. Ona siz cavab vermək məcburiyyətindəsiniz. Onun cavabı budur. Bunun cavabı budur. Bunun dövrəsində siz iqtisadi işlər görünər, burada qurulmasın və eyni işi ərəblərə də görüblər. Ərəblərə istəyirlər nəft çıxadarlar, satarlar Çinlilərə. Mən inanıram ki, buranın qurutmağı da Çinli fikri olacaqdır. Bura İranlıların bu qədər ağlı olmaz. Öyle deyil ki, indi bu gün burada bu saniyə siz qərar verəsiniz ki, bəlkə Çinlidir. Yox, biz bunları təşxis vermişik ki, geçən yüzildə biraz öncə ərz elədim də, hamısını müqəddəmətən siz onda telefonunuzda məşğuldunuz. İran dövlətinin siyasəti Azərbaycanı dağıtmaq, orada Türkiyəni oradan aparmaqdır. Bitti, getdi. O sizin nəzərinizdir, bu da mənim düşüncəmdir. İki dana düşüncə burada bir-biri ilə indi çatışır. Mən ərz edirəm ki, Hurul Əzim və Hurul Huveyzə ərəblərinki 5 metr yarımdır. Mən ora getmişəm özüm. Cəng zamanı getmişəm orada. Siz deyirsiniz, bəlkə bir diyalog var bizimlə işğalçının arasında. Yox, diyalog yoxdur. Diyalog, amma bizim insanlarımız burada qulaq atırlar. Onlara cavab ver. Biz bilirik ki, onlar necə. Biz istəmirik onu abad eləsinlər. Yox, Oğuz bəy. Bizim burada insanlar Cənabızla mən danışmırıq ki, ikimiz burada danışmırıq. Burada bir dana insanlara ki, bizim müxatəbimiz indi ya tarixdə, gələcəkdə olacaqlar, onlar üçün fikirlərimizi ortaya qoyuruq. Deyirik ki, ağa, hər şeyin cavabı əvvəl siyasətdir. Bu birincisi. Yəni, siyasətçi zindecanlıq olmaz. İnsan siyasətsiz zindecanlıq eləyə bilməz. Siyasət yəni insan, insan yəni siyasət. Hər kəs deyir, mən siyasi deyiləm, deyir, mən öküzəm. Öküzün də siyasəti var. Lütfən, biz o səviyyədə danışmırıq. Yox, mən elə o səviyyədə danışıram. Məzərət istəyirəm. Mən biraz acı danışıram ki, insanlar bilsinlər nə var, nə yox.
Öküzdür fəqət siyasət bilməz. Hər kəs onu hər yerə işlədər. Nə ki başına gəlir, axırda başını kəsər. İnək də etiraz eləməz, öküz də etiraz eləməz. Taza biz bəzi öküzləri damazlıq saxlarlar, inəyi kəsərlər. Biz damazlıq da deyirik. Yəni baxın mən adı danışıram. Yəni mənim mütəəssifanə insanların qoltuğuna qarpız verim, sən qəhrəmansan zət bu fikrim yoxdur. Amma iqtisadi danışanda indi bizi gəliblər istəyirlər iqtisadi tövliyələr. Baxın, istəyirlər bizi niyə etirazlara salıbdı bu son günlərdə? Bir ay bundan qabaq, 2 ay bundan qabaq, 3 ay bundan qabaq siz Urmu gölünə görə gündə 10 dana məqalə görürsünüz. Keçən 20 gündə mən bir dana məqalə görməmişəm Urmu gölü haqqında. Bir dana məqalə görməmişəm. Niyə? Çünki insanlara deyirlər ki, burada iqtisad vuracağıq. Necə sizin süngünü apardıq, sizə sərvət qazandırdıq. Diqqət buyurun ha, məsələn buradan bizə sərvət gəlib güya. İndi Urmu gölündən lityum çıxardıq, 50 milyon ton. Nə olsun? Mənə nə olacaqdır? Mən buradan kötəcəyəm. Mən burada onun şeyini çəkəcəyəm. Mənə nə olur? Ona iqtisadi cavab verəcəksən. Deyəcəksən ki, baxın 2 dana məğlətə olur bizim millətimizin içində. Qoy bu 2 dana məğlətəni mən burada açım. Bir bu ki, İstəyirlər məsələn bir dana karxana orada düzəldər. Bir dana Azərbaycanlı, ürəyi yanan durub gedib orada istəyir bir dana çondur karxanası vursun. Adamlar çonduru əkirlər, istəyək də istəməyək. Bir də ki, dövlət yıxır, baxın, bunu mən son günlərdə çox görürəm. Hətta bugün sizdən də eşitdim. Mən sizinlə də bu haqda çalışacağam. Yəni çatışacağam. Yəni rəsmən sizinlə savaşacağam. Necə ki orada əkinçinin gündə neçə o quyudan neçə litr su çəkir çıxardır, neçə metr mükəb su çıxardır hər quyudan. Ki siz onu görürsünüz, amma İsfahanda hər metri mükəb, hər tona, metri mükəb yox, hər ton dəmirə, hər kilo dəmirə, hər 1 kilo dəmirə 4000 litr su işlənir, onu görmürsünüz. Misə 5000 litr işlənir, görmürsünüz. Alüminyoma 4000 litr işlənir, onu görmürsünüz. Amma dəmirçi ki, bir dana bağ, fərz edə mənim bağım var Urmu gölündə. Mən bir dana quyu qazmışam, orada gündə 5 metr mükəb su çıxadıram. 5 metr mükəb. İldə yıxsam bir şey eləməz. Kollə bu 1000 dana quyudan çıxar nə qədər məsələn? Gündə çıxsın, məsələn, 50.000 metr mükəb. 50.000 metr mükəb buradan su çıxmaz quyulardan. Yoxdur, yəni yoxdur ki çıxar. Quyu çox dərindədir. Bu 50.000 metr mükəbdən, mənim dostum, o adam fəqət 1 ton dəmir əridir. 1 ton İsfahanda. Sən burada deyirsən ki, dəmir, bu millət neynəsin? Bu millət, bunu da qoyaq qabağında. Hətta mən dostlarımızdan gördüm, biri məqalə yazıbdı, sonra onu düzəltmək üçün bir video qoydu, çox sağ olsun. Deyir ki, mən burada Urmuda yaşıram, Urmuda 1000 dana göl var, 1000 dana üzrə quyu vardı, heç birisi bilmir ki, deyək ki, bunlar nə ilə yaşayacaq? Əvvəl bunları yaşam mərkəzi görsən. İran dövlətinin dəqiqən düşmüşük toruna. Deyir, burada oynayın. Hə, baxın, bu kətdilərdirlər ki, sizin başınıza oyun gətirirlər. Bunları köçdürün buradan. Vətəni belə köçdürərlər. Əziz dostum, Oğuz bəy, vətəndən belə köçdürərlər. Əgər o vətəndə qalsa, orada yapışıb qalır, ha, quyudan su çəkir, oradan 1 metr. O vətəni qorur. O cipənin başındadır. O onun şeydən mühümdür. Topdan, tancıdan mühümdür. O durub, o orada durubdur, düşmənin qabağında durub, hələ əkir, hələ dayanır. Biz onu müttəhəm tutmuşuq indi. Hamımız onu tutmuşuq müttəhəm. Onu müttəhəm tutmayacaq. Onu müttəhəm tutmayacaq ki, 140 dana şeyi düzəltmirsən burada. Səddi. Bura qoymursan su gələ. Niyə? Burada bizə indiyəcən hangi mədəndən bizə faydan gəlibdir? Hangi mədəndən bizə səhmi vermirsən, pay vermirsən? Biz Azərbaycanın payı bizə deyəndə mənə yox ha. Azərbaycan millətinin payı orada nə olubdur? Azərbaycan milləti bəzi şeylərdə gediblər, qızıl məsələn var, Əndəriyanda, orada, burada qızıl götürürlər. Millət onlar öləndə, o kətli öləndə onlar sevinir. Onlar Ruslar, nə bilim, Gürcülər, Farslar gəliblər, yığıblar, aparırlar. Heç kəs onlara nayrahanda olmur ki, bunlar aparırlar. 2 dana kətli gedib orada əlində torba götürübdür. Oğuz bəy, torba götürüb, torba. Torba ilə gedib orada daşda axtarır. O daşı gətirəcək, burada əridəcək. İçindən mümkündür ki, məsələn, 1 il çalışa 5 girəm oradan qızıl çıxada. 5 girəm. O insanların gözünə gəlir. Amma onlar ki, orada tonlarla çıxadırlar, aparırlar, yüzlər tonunla çıxadırlar, aparırlar, onlar gözümüzə gəlmir. Biz İranın torunda oynuruq, dostum. Urmu gölü də bu türdür. Urmu gölü iqtisadi cəhətdən bizim zərərimizədir.
İstismar daha dərinləşəcək, millətimiz daha çox köçəcəkdir, bizim heç zərər xeyrimizə olmayacaqdır. Geci tezi gərək bu torpaq düzələcəkdir. İndi biz, baxın, indi mümkündür köçək. 5 ildən sonra biz bunun üçün ölüm verəcəyik. İndi savaşsaq, mümkündür 100.000 nəfər ölə. Bu çox acıdır, amma məndən eşidin Oğuz bəy. İndi savaşsaq Urmucu üçün, farslar üçün, mümkündür 100.000 nəfər ölə. 10 ildən sonra, 20 ildən sonra savaşsaq, 1 milyon nəfər öləcək. Biz mənafi millimizi tərif eləməliyik. Bizim mənafi millimiz farsların mənafi millisi deyil. Farslar istəyirlər bura qurusun. Biz istəmirik. Bizim mənafi millimizdə deyil. Oldu. İndi 2 saat yarıma yaxındır ki, danışırıq. Xameneyini də daşıyaq bu tarafda. Xameneyi də öldürək dedim. O yoldaşlardan ki, otağı idarə eləməkdə yardımcı oldular. Əziz 2 yoldaşımızdan təşəkkür edirəm. Sizdən təşəkkür edirəm. Ancaq hər kəs görüşünü açıqlayanda, təbii ki, görüşünü açıqlayır. Bu ki, məsələ siz danışanda biz demirik ki, məsələ bu sizin görüşünüzdür. Əlbəttə ki, biz sizi dinləyirik. Və bu İranda gəlişmiş bir idea var, bir görüşünü istəyir deyək ki, o deyir sənin görüşündür. Əlbəttə ki, onun görüşüdür. Və onu demək əsla o görüşün dəyərindən azaltmır. Ona görə təbii ki, biz görüşümüzü biraz öncə anlatdıq ki, İran dövləti... Orada mən o ki dedim, sizin görüşünüzdür. Bu anlamda demədim ki, dedim, yəni, mən sizdən fərqli görüşüm var. Fərqli görüşə görə. Amma bu ki, birinin görüşüdür, onu demək onun görüşünün dəyərindən azaltmır. Xeyr, çox halda azaltmaz. Hər halda, yəni hər halda biri öz görüşünü, öz təcrübəsinə görə, öz bilgisinə görə elan edir. Mən telefonu belə tutmuşam, niyə? Çünki telefonun baterisi bitirdi, ona görə yerinə qoya bilmirəm. Rahat olun. Biz görüşümüzü Urmu gölü barəsində dedik. O görüşlər indi bu saniyədə gəlişmiş burada, bu canlıya görə gəlişmiş görüşlər deyil. Onlar bizim çox təhqiq elədiyimiz bilgilərimiz üzərinə şeylərdir, bilgilərdir, görüşlərdir. İndi çox az vaxtımız, yəni normalda bilirsiniz 1 saat yarım, 2 saat, indi 2 saat yarımı az qalır danışırıq. Biraz da təvəccühümüz dağıldı, bəziləri, bəzi şeylər yazdılar, onlara cavab verdik. Cavab versəniz bir cürə olur, verməsəniz bir cürə olur. Ancaq yoldaşlardan bir daha təşəkkür edirəm otağın idarəsində. Siz buyurdunuz ki, İrandakı İranın rəhbəri, yəni böyle bir şayələr var ki, xəstəliyi var və ola bilir ki, onun canişinliyi, ondan sonra kim olacaq, öyle bir qavqa çıxar. O barədə sizdən dinləyək və ondan sonra proqramımızı kapataq. Mən çalışım ki, 10 dəqiqədə fikirlərimi bu haqda deyim. Bir dəfə də demişəm əlbəttə, bəli bir dəfə də deyim. Burada deyim, yəni sizin huzurunuzda deyim, şahid olun ki, belə düşünürəm. Ərz edeyim ki, hər bir dövlətin bir nöqtə qüvvəti var, böyük o güclü zamanı var. Bir də gücsüz zamanı var. Yəni bir ocu var, bir nuzulu var. Bəzən bu sürətlə dəyişər. O zamandır ki, rəhbər ölür. O zaman ki, bir məmləkətin başında bir ölür, Amerikanın rəis cümhuru bu gün ölsə, Amerikada bir çox əzim bir şey olar, dəyişim ola bilər. Müsbət ya mənfi, orasında danışmır. Amma zəf idi orada, çünki orada da güc biraz şeydir. Namütəadildir, bilmir kimdən əmir alsın, kimin sözünə baxsın. Əmir, əlbəttə Amerikada silsilə əmirlər vardı. Amma məsələn İran kimi bir məmləkətdə o silsilələr dəyər bir-birinə. İndi şah olsa, şah Məhəmməd Rıza idi. Məsələn Rıza Şah qaçdı, məmləkət 3 gün şahsız idi. Yəni burada hər millət dövlətini qura bilərdi. Amma bu ki o millətin dərki və idraki vardı ki, bu nöqteyi zəfidə ki, dövlətin mərkəzi zəifləyib də heç iş görə bilmir, ya çox az iş görə bilər. Özünün mənafeyinə bir iş görə bilər, o mühümdür. İndi Xameneyi ya ölübdür, ya öləcəkdir. Ölübsə deyirlər, bu günləri bir məqalə oxudum, bir yazı oxudum, deyirdi ki, bu imamın ki 40'ı deyirlər, imamın 40'ından sonra, bir həftə sonra Xameneyin ölümün deyəcəklər, elam eləyəcəklər. Hazırlıqlar yapılır ona görə ki, deyirlər, 3 gün əzai ümumi olacaqdır, İmam Rızanın təziyəsi var, filan təziyə var, filan təziyə var, yəni millətin başı məşğul olacaq ora, etiraz eləyib hüquqlarını ala bilməzlər.
dövlət də çalışır ki, bu müddətdə bir silsilə məratib yaratsın, eləyə bilsin ki, mərkəzlərdə şey eləsin. Bu tərəfdən də görürük ki, bəzi iyalətlərdən ordu gedir Tehrana. Ordu gedir Tehrana. Bu da bir məsələdir ki, deyirlər, yəni bu təhlili verir ki, əgər Xameneyi ölsə, bu iki iyalətlərdə sipahpasdaran hətta, ərteş, hər kəs və millətlər, ərəblər, bəluçlar, türklər, türkmənlər, qəşqaylar, lorlar, ciləşlər, mazənilər, talişlər, Azərbaycanlılar, hər kəsin özü ayağa qalxıb öz millətini qura bilər. Bu ehtimalı var. Ehtimalı var. Ki bu fürsət ki, qüdrət zəifdir dövlətdə, təsmin turhanmırlar, alanmırlar, bətadarlıqlar aradan gedibdir, qüdrəti mərkəzi emalı, qüdrət eləyə bilmir, qüdrətini insanların başına soxa bilmir. Burada çox işlər düşə bilər ortaya. Dünyada da bir çox məmləkətdə bu olubdur, burada da ola bilər. İranın da tarixi bundan doludur. Elə Qacar dövründə də belə idi, Səfəvi dövründə də belə idi. Hər şah ki ölübdür, onun dalınca məmləkət təcziyə ola bilibdir. Yəni imperatorluq. Məsələn, Səfəvidən sonra təcziyə olubdur, Nadirdən sonra təcziyə olubdur, nə bilim, Zəndi Kərimxandan sonra təcziyə olubdur, Səfəvinin, Qacarın özünün sonundan sonra təcziyə olubdur ki, Rizanın bir işi bu olub ki, bunları yığa da, yəni bunların bir dəsini yığmaq üçün çalışıb. İndi də Xameneydə bu intizar gedir ki, belə olsa qüdrət mərkəzi zəifləyəcəkdir. Haşiyədə, Piramunda, iyalətlərdə millətlər güclənəcəklər və öz istəkləri üstünə hərəkət eləyə bilərlər. Bu belə nəzərə gəlir. İndi bu burası ki, Xameneyi ya ölüb ya öləcək. Millət və amma hər halda ya indi ya gələcək da onun ölməyi ilə qüdrət mərkəzi zəifləyəcək. Bu bizə nə verir? İndi Azərbaycan nə edə bilər? Yəni indi ölüb ölməyib də biz indi deməyək ki, ölübdür deyirlər, hər yalan dedin, ölübdür, ölməyibdir. Yox. Biz əgər Xameneyi ölübsə ya öləcəkdir, gələcəkdə, ki, həttəmən öləcəkdir, onda nə edə bilərik? Bizim millətimiz indidən hazırlaşmalıdır ki, bu mərtəbədəki müsəlləh, yəni silahlı güclər zəifləyiblər, ya dəsturalanmırlar, bilmirlər kimdən dəstur alsınlar, hələ itaət eləməyiblər, mərkəzi hökumətdən biraz boşdular. Bu zaman biz eləyə bilirik ki, tamam güclər bu cürdür, ha? Bunların hamısını da eləyə bilirik qalxaq ayağa, radioları alaq əlimizə, televizyonları alaq əlimizə. Yəni çox bunlar mən deyirəm, bunları mən Təbrizdə üçün xəbərnigar idim, bunlara gedirdim, gəlirdim. Bunlara deyə bilərəm ki, nə qədər bunlarda qoruqçu olur. Yəni mühafizləri olur bunların, silahlı mühafizlər. Təbriz radio televizyonunun 2 dənə silahlı qüvvəsi olardı o zaman. Qaydətən elə Urmiyədə mümkündür bu 6 nəfər ola, Ərdəbildə mümkündür ki, olmaya ya ola. Ondan sonra bir dənə mərkəz var, monitoring deyirlər burada. Orada da elə monitoring deyirlər. Bu Təbrizdə Danışsəran meydanında bir dənə pasaj düzəldiblər, pasajı təbəqatı deyirlər adına, Doxaniyyatın böyründə. Onun üst təbəqəsində monitoring sistemi mərkəzi oradır ki, oradan tamam bu kameralar ki qoyublar, məsələn, trafik üçün ki, trafik üçün deyil, fəqət bu ki, oradan baxırlar, sipahpaslardan da ehtimalən çəkiblər bunun tayın, yəni sim çəkiblər hətmən. Onlar da orada sipahpaslarında görə bilərlər bunu ki, məsələn, hangi məhəllədən adamlar çıxır eşiyə, hangi çaharraqdan, hangi xiyabana, hangi bölgədə adamlar nə qədər var, bunu görə bilirlər. Buralar ələ almalıdır, ustandarı ələ almalıdır. Millət, baxın, Oğuz bəy, millət əgər çıxar xiyabana, maşınları fəqət park eləyirlər xiyabanda, heç niru-i nizami hərəkət eləyə bilməz. Tank belə hərəkət eləyə bilməz. Nəhayətdə tank 10 dana maşını əzə bilər. 11-cində qalacaqdı maşınların arasında hərəkət eləyə bilməyəcək. Çünki özü düşər batlaq, maşın batlağına. Bizim millətimiz gərək Xameneyi ölsə, qalxalar ayağa, şəhərləri getirdilər əllərinə. Silahı pasigahlarda var, kətlərin pasigahında, şəhər plaklarında bunlardan silahlar alınacaqdır, padqanlar var, onlardan silah alınacaqdır. Dəqiqən pişəvəri dövründəki nə cür olubdu, o cür. Çox təşəkkür. Demək görüşünüz budur ki, indi hər halda Xameneyi yəni öləcək bir gün və ya ölmüş, bəlli deyil. Ancaq məsələ budur ki, İran hakimiyyəti bir şoka girir deyirsiniz, hər sistem öylədir. İlla da ki, belə diktatorluq sistemlər ki, bir şəxsə bağlıdır.
Yani öyle yani bir hirem kimindir o başta o vəzdə o şahlıqlarda da böyledir dediniz ve Təhsilin bağı kimi, mollası orada bir qurulan kimi fırsat təhsil dağılır. ve Güney Azərbaycan eləyə bilər, Güney Azərbaycan milli hərəkətçiləri, çalışanları, faalları eləyə bilər bu fürsətdən istifadə edib və öz dövlətini qurmağa, öz məhəllələrini, şəhərlərində öz idarəciliklərini ələ geçirməyə hərəkətə geçsinlər və bunun bütün elemanları da, silah olsun, hər nə olsun, hər şey hazırdır və oradadır. Yani eşikdən heç bir şey lazım deyil, başqa yerdən, başqa bir yer, başqa məmləkətdən, heç yerdən. O hər istənilən, lazım olan hər şey içəridə vardır. Oğuz bəy, bir cümlədə əlavə edilmə icazə verirsə. İstek de onu artırılsa, isteğin güclü istek de onu artırılsa, iş zaman fərahəmdir deyirsiniz. Buyurun. Bir dənə da cümlə əlavə edeyim. Hər halda İran dövləti özünü tez yığacaq bir yerə. Yəni Fars dövləti. Çünki təşkilatlıdır. Biz indi durduq şəhərdə inqilab elədik, şəhəri aldıq əlimizə. Əcəba bunu qoruya bilərik ya qoruya bilmərik məsələsi var. Çünki təşkilatlı deyilik içəridə. Nə etməlidir burada? Burada bilafasilə biz radionu aldıq əlimizə ya televizyonu aldıq əlimizə, elan elədik ki, bura Güney Azərbaycan Türk Cümhuriyyəti elan elədik. Elə oradan biz Türk dövlətlərdən istiruq, Azərbaycan dövlətindən, Türkiyə dövlətindən. Öyle olacaq. Gəlin, silahlı gəlin və bizə köməklik edin. Biz burada dövlət qurmuşuq. Biz bu dövləti qorumaq üçün sizdən köməklik istəyirik. Resmi olarak isteniləcəkdir tabii, o normaldir. Bunu biz herhalde biz de öyle düşünürük. Biz de düşünürük ki bu fürsətten, yaxşı fürsət, hər türlü fürsətdən. Zaten İran dövləti indi ən zayıf zamanlarını geçirdir. Doğrudur. Ve daha da zayıflanacaqdır. Təhrimlər bir tərəfə bu. Yəni bu sistem işləmir. Açıqca geçen yüzyılda bu sistem işləyişi, mekanizmi yoxdur. Yəni millətlərin topraklarını işgal eləməklə, onları böyle bu çox fəlakət bir vəziyyətdə saxlamaqla, onların dilini, dinini dəyişdirməklə, zorla, edamla, işgəncə böyle olmaz. Yəni bu durum devam etmez. Oğuz bəy, bir sonra sual mən sizdən soruşum. Bu durum. Ve o orta merkez zayıflayandadır ki Girəvə ələ geçmiştir ve millətlər özlərini işgaldan qurtarmağa hərəkət etməlidirlər. Oğuz bəy, bir sualda mən sizdən soruşum qutaraq. Əgər İran dövləti sabahları gəldi bir dənə taşlik götürdü. Yəni Xameneyi ölüb bir dənə taşlik götürdü. Gəldi radio televizyona Bismillahirrahmanirrahim. Məsələn, Müctəba Xameneyi Şurayı Xubriqani rəhbəri tərəfindən rəhbər olaraq seçilibdir. Milləti İrandan istiruq buna beyət eləsinlər. Və bunun birinci siyasəti İranda millətlər üçün federalizm. Biz nə etməliyik? Bir söz siyasət gələcək. Yəni taza rəhbər gələndə taza siyasət gələcəkdir. Bu siyasətində deyəcəkdir ki, məsələn, Sipahpazlardan ona deyəcək ki, belə bir istək vardı və bunu kontrol eləmək üçün qısa müddətli zamanda siz federalizmdən danışın. O da gəldi dedi ki, biz federalizmi millətlər üçün İranda çeviririk. Sualı anladım. Bizim görüşümüz İran dövlətinin İran dövlətçiliyinin ortaya atdığı federalizm kəlməsini barəsində görüşümüz bəllidir. Bəlkə yüzlər yerdə demişik. Bizə görə o zaman ki işgal devam eləyir İran dövlətçiliyi tərəfindən Bəluçistana, Bəluçlara, Türkmenlərə, Kürdlərə, Ərəblərə, Türklərə devam eləyir bu. Hər şey normaldır, baskı olmuşdur, millətlər basılmışdır və o Şahınşah Aryamer tacdar, pedəri tacdar orada oturur. Hər şey normaldır. Ancaq o zaman ki millətlər kütləvi olaraq, genel olarak bunu anlamışlar ki, bunlar işgal altındadırlar. Güney Azərbaycan işgal altındadır. Başlayır qalxmağa və qalxmağa hazırlanır və millətləşməyə və dövlətləşməyə tərəf gedir. Onda işgalçının yadına düşür ki, federalizm. İndi yadına düşdü. İndi yadına düşdü ki, biz də insanıq, biz də bir İranlıyıq, biz də bir-birimizdən min illərdir yaşamışıq. Heç bir Azərbaycan Türkü heç zaman Farsistanla bir yerdə, bir məmləkətdə yaşamamış. Heç bir tarixdə bunun yoxdur. Yalnız Azərbaycandan qalxan ailələr, dövlətlər idarə etmişlər bölgəni və özünü. Farsları idarə etmişlər. Əhsən. Və ədalət yaymışlar. Türk ədalətini Farsistana da, Ərəbistana da, Bəluçistana da yaymışlar. Və
Geçən 100 ilə yaxındır ki, İngilistanın yardımı ilə və xarici güclərin yardımı ilə Farsistan bölgəsindən qalxmış bu Fars dilini, Fars millətini, Fars kültürünü, tarixini mərkəziyyət alaraq İran dövlətçiliyini ələ geçirmişlər, Azərbaycanı işgal etmişlər. Bu bəlli bir şeydir. Federalizmi filan çox gözəl söz. Biz hər kəsdən çox federalistik. Bizim əslən düşüncəmiz, mənim öz şəxsim də federalistəm və federalizm Azərbaycanla Azərbaycan arasında olar, Azərbaycanla Türkiyə arasında olar, Azərbaycanla Türkmənistan arasında olar. Çünki bizim milli mənfəətlərlə Bəluç qardaşlarımızın, yoldaşlarımızın, Ərəb qardaşlarımızın, öbürü millətlərin arasındakı öyle milli mənfəətlərimizin uyuşu yoxdur və coğrafi olaraq da yoxdur. Ancaq bizim dövlətimiz olandan sonra, bizim məclisimizin milli iradəmiz ilə ola bilir ki, qonşu məmləkətlərindən, indi bu Farsistan olsun ya Kürdistan olsun, federalizm alətinə girə bilər. İqtisadi, nizami, işbirlik. Federalizm elə birdən bir düyməsi yoxdur ki, vurursan olur federalizm. Federalizmə girmək üçün illər məclislərin bir-birlə danışmağı lazımdır. Və bunun şərtləri danışmaq və ekonomik işbirliyi, ekonomik ilişkilərdən sonradır ki, adam görər ki, bu memləkətlə bir yerdə federalizmə girə bilərəm ya yox və hansı şərtlər. Federalizm özü də bir çeşid deyil, bir cürə deyil. Ona görə İran dövlətinin tərəfindən ortaya atılan federalizm, İran türkçülüyü, İran türkləri ideyası və ya hər türlü azəriçilik, Azərbaycan, Azərisiniz, Türk değilsiniz. Bu fırıtkalarla, bu oyunlarla tabii ki milli hərəkətimiz aşinadır və bilir, bu kələkləri öyrənmiş. Buyurun. Arz edirəm ki, qəbul eləmirik bu terminləri. Qəbul eləmir və bu oyunları biz bilirik. Niyə? Çünki biz baş qaldıranda o deyir ki, ay mənim yadıma düşdü bir dənə idarə sistemi, federal. Və indi geçən 80 ildə, 90 ildə sən bizi qətlam eləyirdin, hər şeyimizi aradan aparırdın, dilimizi, dinimizi, toprağımızı, varlığımızı, adımızı, daşımızı, toprağımızı, suyumuzu, gölümüzü. İndi yadına düşdü ki, bir idarə sistemi var, onun adı federalizmdir, biz sizdən yumuşaq olacağıq. Siz kimsiniz? Siz öncə Azərbaycanı tərk edin, biz öz dövlətimiz olar, öz məclisimiz olar və bizim milli iradə qərar verər ki, Farsistanla bir federasyona, bir türlü işbirliyinə girsin ya yox. Mən əminəm ki, biz yaxşı qonşuluq edəcəyik farslarla. İşbirliyi edəcəyik. Ekonomik rabitələrimiz olacaqdır və ilişkilərimiz olacaq. Zamanında da savaşacağıq. Zamanında da dostluq edəcəyik. Hər qonşu dünyada necə qonşu olmuşsa biz də öyle olacağıq. Ancaq öncə İran, Fars, işgal ordusu Azərbaycanı tərk etməlidir. Doğru. Bəs bunu bildik ki, İran zəif olanda pişəbəri dövrəsi kimi fori qəbul eləyəcəklər. Mən sənə kağız da verirəm ki, federal olacağıq. Biz bunların gərək inanmayaq, qəbul eləyək, məhkum eləyək və hədəfimizə tərəf gedək. Sağ olun, hər halda təşəkkür edirəm. Əgər sizin sorunuz olmasa, mənim bir sorum yoxdur. Yox, danışdıq. İndiyəcən kimsə ilə bu qədər uzun danışmamışdıq. Sizi bilirsiniz ki, saygımız, sevgimiz var. Sizi çəkə bilir hövsələmiz. 2 saat və siz də bizi çəkmişsiniz yəni. 2 saat, hətta 2 saat 40 dəqiqədir indi. Sizdən təşəkkür edirik. Yoldaşların hövsələsindən təşəkkür edirik. Bayağı çoxlu yoldaşlar gəldilər, getdilər və dinlədilər və saytımızda olacaq. Sizinlə də paylaşacağıq. Talat bəy təşrif gətirdilər bir daha programımızın sonunda. Talat bəy, siz də çox yardımcı oldunuz. Yoldaşımız Güney Best idi, neydi? O da çox yardımcı oldu. Evet, bəzi yoldaşlarımız aşağı səviyyədə şeylər yazsalar da, tabii ona da öz səviyyələrində, yəni özlərinə görə yazdılar. Biz cavab vermədik, hətta bəzi şeylərini oxumadıq. Talat bəy, nasılsınız kardeşim? Teşekkür ederim Oğuz Bey. Eğer müsaadeniz olursa ben Buyurun. Hidayet Bey'e bir şey söylemek istiyorum. Yayının başında Türkiye'de bir profesörün talihsiz bir açıklamasıyla ilgili bir konuşması oldu. Ben şöyle bir örnekle açıklamak istiyorum Hidayet Bey. Biz biliyorsunuz Osmanlı dağıldıktan sonra Türkiye Cumhuriyeti sınırları İngilizler, Fransızlar tarafından işgal edildi. Mustafa Kemal'in önderliğinde 1919'da milli mücadele başladı ve düşman yurttan atıldı. En son 9 Eylül 1922'de Yunanlılar
İzmir'den def edilerek denize döküldü. Sizin o bahsetmeye çalıştığınız profesörlerden birisi geçen gün şöyle bir açıklama yaptı. Dedi ki aslında dedi Yunanlılar dedi 7 Eylül'de dedi İzmir'i boşaltmıştı. Mustafa Kemal ve ordusu yani Mustafa Kemalciler yalan konuşuyor. Bunlar o kadar aşağılık insanlar. O kadar satılmış insanlar. Onlar için Nihal Atsız'ın çok güzel bir sözü var. Çok güzel bir cümlesi var. Ama Oğuz Bey de siz de benim için çok değerli ve saygı duyduğum büyüklerimsiniz. Ben o sözü burada telaffuz etmiyorum. Onlar eğer duyarlarsa ki bunun ne demek olduğunu çok iyi anlarlar. Çok güzel bir yayındı. Ben Gayip Sahip'i tanıdığımdan sonraki her günde kendimi insanlık olarak, kişilik olarak çok gelişmiş hissediyorum. Benim için sıradan bir canlı yayın değildir. Burası adeta bir üniversitedir. Sizlerle olmak çok güzel, çok gurur vericidir. 1914'te Ermeni faşizminin Rus faşizmiyle birlikte bize yapmış olduğu soykırımı bizi yurdumuzdan etmelerine bugün 2022 yılında sizlere yapılmasına ya da Kuzey Azerbaycan'a ya da Nahçıvan'daki Gürcistan'daki soydaşlarımıza yapılmasına asla ve asla müsaade etmeyeceğiz. Bizim buradaki kararlılığımız, duruşumuz hiçbir karşılığı olmadan sadece insani ve vicdani duruşumuz bundan dolayıdır. Lafı çok uzattım ama son bir kez hem de sizlerin bilgisini edinmek açısından şimdi biliyorsunuz ki London'da Azerbaycan konsolosluğumuza çok çirkin, faşist ve dinci bir saldırı oldu. Daha sonrasında biz soydaşlarımızın paylaşımından gördük ki yakın zamanda İran Fars rejimi Ermenistan'a ağır silahlar gönderiyor. Ve Zengezur konusunda olsun Ermenistan'a destek açısından Fars rejiminden çok şeyler duyduk. Ben çok yadırgamadım çünkü kan bağları var, amca çocukları. Bence gayet normal. Önemli olan bizim duruşumuzdur. Burada hemen ardına şimdi ben Türk televizyonlarını izliyorum. Tabii Türkiye'de yaşayan bir insan olarak çok değerli akademisyenler ve eski askeri emekli personeller var. Bunların yorumları şu şekilde. Son zamanda Azerbaycan ordusuna karşı yapılan saldırıda silahların değiştiğini işaret ediyorlar. Çünkü çok daha uzun menzilden ve geniş bir alanı e, geniş bir alana zarar verecek şekilde silahlar kullanılmaya başladı diyorlar. Muhakkak ki burada İran'ın eli var. Nasıl ki biz Urmi Gölü kuruyor mu, kurutuluyor mu? Dedik ki gelin bu tartışmaya son verelim. Urmi Gölü kurumuyor, kurutuluyor. Bugün Azerbaycan'a yönelik saldırıda da İran var mı yok mu gibi bir tartışma olmamalı. Kesinlikle İran bu işin içinde ve orada vermiş olduğumuz 71 tane şehidimizin kanı İran Fars rejiminin elindedir. Ellerine bulaşmıştır. Katiller onlardır. Hamenei'nin burada sizin fikrinizi almak istediğim şey şu. Hamenei'nin bu saldırılar olmadan önce hasta ve öldü gibi dedikodularının çıkması sizce Hamenei'nin yönetiminin Azerbaycan'la ilgili sorulardan kaçma gibi bir niyeti olup bu şekilde bir senaryo yazmış olabilir mi? Yani ben hastaydım, haberim yoktu gibi bir yalana tutunmak için böyle bir şey yapmış olabilir mi? Çok teşekkür Talat Bey. Sizin her zaman bizi kolladığınız için, bizi support ettiğiniz için. Güney Azerbaycan İstiklal Partisi tabii ki yalnız haftada bir burada 1 saat, 2 saat Güney Azerbaycan'dan Bakış adında program koyuyor. Ben oluyorum, arkadaşlar oluyorlar bazen. Arkadaşlar müsait olsalar ben olmam. 92. programımız idi. Bugün Sayın İnsaf Ali Bey'le konuştuk. Ve sizin de bu yani supportunuzu, desteğinizi de unutmuyoruz. Sağ olun. İran'da değişik bir mentalite var ki Türkiye'de normal bir Türkiye'li bunu kapsayabilmez. Çünkü onu İran'da yaşamak lazımdı. İran'daki o ağır dinçi bir mentalite, orada bir mühit
ve çevre yaranmış ki Hamenei Allah'ın hemen hemen simgesidir. Ayetullah Allah'ın simgesidir ve bu Allah yeryüzünün idaresini Hazreti Muhammed'e vermiştir. Hazreti Muhammed'den Ali'ye geçmiştir. Ali'den de yani 3 halifanı atlayarak Şialikte. Ali'den de sonra 11 oğluna geçmiştir ve 12. oğlu Mahdi'den yani o Ali'den sonra 11. Mehdi'den o Mehdi'ye kefalet olarak geçir Hamenei'ye. Önce Hümeyni'ye sonra Hamenei'ye. Ve bu Allah'ın simgesidir yerin yüzünde. Çok önemlidir bu. Ve bu tabii fanidir, ölecektir. Ve İran hem dış siyaseti hem iç siyaseti çok zekicesi nedir? İran siyaseti çok iyi oynar çünkü İran çok tecrübeli bir devlettir. Ve geçmiş en azından 1000 sene, 2000 senenin tecrübesinin üzerinde oturmuştur İran devletçiliği. Yani düşmanı küçümsemek salaklıktan başka, ahmaklıktan başka bir şey değildir siyaset dünyasında. İran devletçiliği çok akıllıdır ve Hamenei bu birinci kere değil ki ölmüş. Hamenei şimdiye kadar en azından 6-7 kere ölmüş. Şaiyeleri, sözleri dillere düşmüş. Ve milleti hazırlamak, milleti mental olarak hazırlamak ki Hamenei ölecek, Hamenei ebedi değil ve millet buna alışsın. Biraz önce Sayın İnsaf Alibay dedi ki bazı şeyleri özler değiller ki millet onu duysun ve onu kabul etsin. Yani insan bir şeyi çok duysa hatta doğru da olmasa şayeymiş, doğru değilmiş tamam ama o beyinde o formülize olur ki bu olsa ne olur? Mesela zaten bunu konuşuyoruz. Hamenei'nin birinci kere değil, belki de ölmemiş, belki de kalmış, belki de 5 senede yaşayacaktır. Ancak mesela budur ki milleti hazırlıyorlar, algını yaratıyorlar ki Hamenei ölecek ve görsünler ki ve sonra gelip oradan o bilgini alıyorlar milletten. O şoku verenden sonra bilgiyi alıyorsun. Ki millet ne düşünüyor? Millet ne konuşuyor sosyal medyada o yanda bu yanda? Mesela Hamenei'nin oğlu Müştaba Hamenei'ne yer var mı? Ne kadar yer var? Yüzde kaç imkanı var ki millet büyük bir başkaldırı etmesi? Veya ayı reisi ki var şimdi Cumhurbaşkanıdır sözde. Mesela onun oraya geçmesi veya başkasının. Bunu algını böyle yaradarlar ve algıyı böyle denetime çekerler. O çok karmaşık siyasette, complicated siyasette. İran siyasette çok karmaşıktır ve İran siyaseti bunu oynuyor. Amerika da zaten böyle yapar. Önce bir şayan atarlar ortaya ve onu public opinion'ı yıkarlar. Public opinion yani milletin o görüşü nedir? Toplumun görüşü onu yıkarlar. Sonra onu araştırma merkezlerinde konuşarlar ki şimdi bize göre ne etmeli? İran devletçiliğine ne Hamenei önemlidir, ne oğlu önemlidir, ne babası, ne öbürler. İran devletçiliğine İran, Fars önemlidir. Bu hakimiyeti, bunu böyle tutmak. Ve tabii Amerika'da ve Rusya'da ve Çin'de bunu zaten İran Şanghay şeyine gitmiş ya ve olabilir ki Şanghay Birliği'ne kabul olunsun. İran devletçiliği çok önemlidir. İran toprak bütünlüğü çok önemlidir ve Rusya bunun garantorudur bir türlü bölgede. Amerika bunun %100 İran sözde İslam Cumhuriyeti'nin böyle kalmasının, bu durumun sürer olmasının sürdüğünün garantoru Amerika'dır birinci olarak. Sonra öbürlerdir. Yani bu durumda İran ne kadar böyle ölme diril kalsa o kadar Amerika'nın menfaatlerine. Amerika'nın bölgede siyasetleri teşennüt yaratmak, teşettüt yaratmak ve her gerginliğin içinde sürdürmek. Gerginliği mühendislik etmek, gerginliği manage etmek, idare etmek Amerika'nın bölgede siyasetidir. Gerginlik olmasa önce gerginliği yaratacaksın sonra onu idare edeceksin. Zaten devletçilik bile Talat Bey ve arkadaşlar ki dinliyorlar. Devlet idare etmek, gerginlik yaratıp gerginliği idare etmektir. Ki ben oraya gitmiyorum. Onları sonra bir gün devlet konusunda konuşuruz. Amerika zaten bunu ediyor. İran devleti Amerika'nın bölgede sürdürdüğü gerginliktir, teşennüstür. Çok da güzel bunu idare ediyor. Baksanız 40 sene önce İran'ın bir tane askeri yokuydu. İran sınırlarından dışarıda. 1979'da Sayın İnsaf Alibay da tabii biliyor bunları. Şimdi hala hazırda 40 seneden sonra İran'ın
həm yatmış sellulları, yatmış əsgərləri, yəni öyle hazırda qalan əsgərləri Yeməndə, Lübnanda, Suriyada, Irak'ta, Azərbaycanda, Türkiyədə, Pakistan'da, Afganistan'da hər yerdə hazır durmuşlar. Bilirsiniz bunu. Bu neden olmuş? İran necə böyle yayılabilmiş? Niye öbür ülkeler bu kadar yayılabilmemişler? Bunun Sipahi Kudsu olur olsun, bunun neyi olursa fark etmez. İran'ın nizami gücüdür ki bölgeye yayılmış. İran şimdi uzaya satellite gönderiyor ve orada satellite ve İran'ın füze sistemi çok gelişmiş. İran'ın drone sistemi, İHA sistemi gelişmiş. İran özüne ve kendisine çok şeyler yapabiliyor. Bunların hamısı neyin sayesindedir? Amerika'nın İran'ı dolayıdan bölgede bir korkuluk gibi, zemide korkuluk koyarlar İnsafali Bey. Korkuluk gibi koyması ve Arap ülkelerini ve Türkiye ülkelerini bu korkuluk üzerinden idare etmesidir. Çok teşekkür ediyorum. Mən sizdən biraz fərqli düşünürəm. Elbette ki. Bakış Ona çok göre fərqlidir. dünya güzeldir. Birinci Çünkü insanlar ki, birbirinden farklı düşünürler. Dostumuzun sorusuna belə cavab verim ki, Xameneyinin xəstə olub olmamağı ya ölüb ölməməsi onu yəni deyək ki, mən yox idim, bəndən sonra bu olmayan zamanda qərar almışlar Azərbaycana falan. Bu deyil. Niyə? Çünki Xamenei 2 ay öncə, 2 ayın içində bir yazı yazdı öz tweetində. Orada dedi ki, Azərbaycan sərhədlərində heç bir değişiyə izin verməyəcək İran. İzin vermeyecek. Yəni bu onun rəsmi siyasəti. İndi ölmüşsə də o öncədən demiş. Devletin resmi siyaseti odur. Yəni rəsmi siyasəti özü elan etdiyi, ağlı başında olan zaman, diri olarkən demişdi ki, onu qəbul etməyəcəkdir. Bir də şeyi qəbul etməyəcəkdir. Yəni Azərbaycan Zəngəzuru qəbul etmiyor ki, Zəngəzur Azərbaycan torpağıdır. Bunu da qəbul etmiyor. Yəni bir sınırlar değişə bilməz onca yazmış bunu. Bir də Azərbaycan Ermənistan Zəngəzurun sahibidir. Bunu da qəbul etmiyor. Yəni o demiyor ki, Zəngəzur Azərbaycan və Türklerindir. Bir də o yolu da qəbul etmiyor. O dəhliz diyorlar keçid. Nəhcəvandan gəlsin Azərbaycana 20 kilometre Türkiye'de diyorlar. Bu yolu da kabul etmiyor. İran diyor ki bu benim buradan geçmemelidir. Bu ona da diyorlar, ne diyorlar? Diyorlar ki Turan yolu. Turan Caddesi. Bu Turan Caddesi diye diyor bu olmayacaktır. Bu olursa İran'ın şey. Xamenei aslında bunun məsuliyyəti Xameneinin üzərinədir. Amma dostumuzun dediği Oğuz Bey'in ben bazı sözleriyle çok burada düşüncem bir gelmedi. Mesela ondan biri bu. İran əski dövlət deyil. İran toprağı əski topraqdır. Devlətləri əski deyil. Mən bir zaman Oğuz Bey kimi düşünərdim ki, İranda devlət arşivi var və dövlət ağırlılığı var. Bunu Qacardan bu yüzden görüyoruz ki, bu yoktur. Mesela eğer olsaydı o Moğolların sefirlerin ya ne diyorlar elçilerin öldürmezdiler. Öldürüpler. İran inkılabından sonra Amerika elçilerini öldürdüler. Onda diyelim ki bir tecrübe deneyitim elde ettiler. Daha tekrar etmemeli devlet ağlı. Ama görüyoruz ki İran'da Arabistan, Suudi Arabistan'ın sefirliğine, konsulluğuna hamle ediyorlar. Azerbaycan'ın içine hamle ediyorlar. İsrail'in içi yoktu zaten. Almanın içine hamle oldu. Birkaç devletin herhalde səfirliklərin işğal etdiler. Mənə buradan geliyor ki, İran'da devlet sistem ağırlığı geçen 40 ilin var. Ondan önce yoktu. Bir dəlilin de budur. Yani bir sebep de bundan görüyoruz. Her bir devlet gelirse, o birisi devlet gelirse, önceki devletin bilincili, tecrübi insanların öldürüyor. Qətl ediyor. Burada o dövlət ağırlılığı da ki insanlarda birleşibdi, o da aradan gidiyor. Bunun için görüyoruz ki İran geçen 100 ildə daima hem küçülübdür, hem savaşlarda savaş salmağa çalışıb. Yani savaşta bu ki ben savaşıyorum, benim gücüm aradan gelir, iktisadi gücüm yok oluyor. Buna düşünmüyor. Daima savaşa giriyor, daima savaş kolluyor ve bunlara giriyor. Ama bir növ dahililik var. Dəli, ağıl yoxdur. Yəni bir dəli gücündə bir sistem var. İranın öz içində mən üçün Oğuz Beydən çox geç İrandan çıxmışam və habelə də mən İran sistemində işləmişəm. Yəni dövlət sisteminə çox yaxın, liderə hətta yaxın sistemdə işləmişəm mən. Mənim
iş sahabına ne deyirlər? Mənim iş sahabım Xameneinin Elə iş sahibidir da. Mənim iş sahabım Xameneinin ən üst düzeydə müşaviridir. Yəni danışmanıdır. Ben ona çalışıyordum. Biz buradan görüyoruz ki İran'da bir deyirlər ki sistem doğruluğunda olmayarak özü bir sistemdir. Bunu kabul eder. Her halde ben istedim, ben de İndi düşündüm. mən qoymayacağım Çok sağ olun. 3 saat ola. Teşekkür ederim. Çok sağ olun. 3 saata yaxındır danışığımız. Ən çox sizinlə danışdıq biz sizinlə. O da ki, tabii partibazlıq edirik, çünki siz bizim yoldaşımızsınız. Çox sağ olun. Mən əziz yoldaşlardan ki... Bizim içimiz bir düşəndə dostlar. Biz mesela nahar çağı gəldik, gecə 12'də ayrılıq və hamımızı danışarıq. Bəzi yoldaşlardan ki, bizim görüşlərimizlə müvafiq deyirlər və görüşlərini demişlər. Onlardan təşəkkür edirəm ki, görüşlərini demişlər. Biz bir yoldaşımız soruşmuş ki, İran Azərbaycanla savaşa girər ya yox. İran işğalçı devləti Azərbaycan Cumhuriyyətinin savaşa girər ya yox, girə bilər. Biraz öncə Sayın Səfəli bəy dediyi kimi bu dəlilliyi yapa bilər. Yəni bu dəlillik yapa bilər. Əlbəttə İranın sonu olar və əlbəttə bu bizə yaxşıdır. Bu dəlilliyi etməsi üçün Güney Azərbaycan... Yəni biz dua edirik əslində ki, İran bir dəlillik eləsin. Güney Azərbaycanın həmən qurtuluşunu qarantı olur. Bəzi yoldaşlarımız ki, mənim görüşlərimlə ki, İran dövləti geçmiş 1000 illik, 2000 illik dövləti təcrübəyə dayanır və onlar da heç və düşmanımızı İran dövlətçiliyini əsla belə küçümsəmirik və davranışlarından iç siyasət, tabii iç siyasətdə biraz fəqirdirlər, amma dış siyasətdə çox güclü ən azından geçən 40 il davranışları bizə bunu göstərir. O yoldaşlar ki, bundan müvafiq deyirlər, təbii ki, uzun danışıqlarla, uzun bəhslərlə bu şeylər olar. Yəni, yalnız müvafiq deyiləm olmaz. Təbii ki, bizim də ağır nədənlərimiz var, bilimsel olaraq. Təbii qəbul edirəm ki, yoldaşların da hətmən ki var. Bunlar danışıla bilər. Mən təşəkkür edirəm yoldaşlarla ki, bizlə müvafiq idilər və hətta onlar daha da çox təşəkkür edirəm. Onlar ki, cəsarət göstərdilər, bizim görüşlərimizlə müxalifət etdilər. Çox özü, yəni dostlarımıza təşəkkür edirik. Konformist olmamaq özü cəsarət istəyir və mədəniyyəti göstərir. Bütün yoldaşlardan tək təşəkkür edirəm. Sizdən təşəkkür edirəm və yayınımızı sonra da ki yayacaqsınız, dinləyəcəksiniz, izləyəcəksiniz. Bəzi bölümlərini, sevdiyiniz bölümləri kəsib təzədən yayacaqsınız və sizdən təşəkkür edirik. Gələn həftə Pərşənbə günü bir daha Güney Azərbaycandan baxış proqramında. Çox sağ olun. Sağ olun. Hələlik.